Koruyor. Başlayaq mı? Hər vaxtınız xeyir olsun. Xoş gördük sizləri. Xoş gəldiniz bugünkü seminarımızın hər kəsə faydalı olacağına əminəm. Bugün bu seminar sizin həyatınızda önəmli dəyişiklik edəcək və siz Ersaq möhtəşəmliyini bir daha tanıyaraq həyatınızda necə gözəl dəyişiklik edə bilərsiniz. İnanın ki, gedib evdə gecə səhərə qədər bunu düşünəcəksiniz. Yəni Ersağın möhtəşəm imkanları var. Bugün əgər dünya ölkələrində ayda bir ev alacaq qədər qazandıran bir şirkətin təmsilçiləriyik biz. Birinci istəyirəm şirkətimizə bir alqış gəlsin. Və inanın ki, əgər ki siz harda olduğunuzun fərqində olaraq şirkət imkanlarını ətraflı, dərindən öyrənərək, sadəcə bir iş kimi yanaşaraq, ciddi iş kimi yanaşaraq, məsuliyyətlə çalışsaz və sizə qazandıracaq imkanları öyrənsəz, inanın o zaman qarşınızda geniş üfüqlər açılacaq. O zaman görəcəksiniz ki, əslində bizim işimiz hər kəsin bacaracağı, amma hər kəsin bacaracağı, yəni yaşından, təhsilindən, dilindən, hansı ölkədə olmağından fərqi yoxdur. Hər kəs burada bacarıb, çalışıb qazana bilər və istədiyi qədər qazana bilər. İlk gündən, birinci saatdan artan qazanc verən bir şirkətin təmsilçisisiniz. Amma gəlin baxaq, görək bugün Rafiq bəyin izahatı ilə biz necə işləməliyik ki, bizi həyatda istədiyimiz səviyyədə yaşamağa imkan versin. Bax, bu çox önəmlidir. İndi düşünün ki, hər kəs oxuyub müəllim olur, düzdürmü? Bəyən müəllimlər hamısı eyni cür qazanırmı? Yaxud hamı networkçu ola bilərmi? Network əslində hamı üçündür. Baxın, saydım. Fərqi yoxdur. Hər kəs bu işlə məşğul olaraq qazana bilər. Amma gəlin baxaq, hamı qazana bilirmi? Niyə? Çünki bu işi başa düşənlər qazanır. İşə ciddi yanaşıb. Necə ki, siz illər boyu oxuyub, hansısa bir ixtisasa sahib olursunuz və o diplomla çalışıb qazanmaq istəyirsiniz. Amma burada inanın ki, heç təhsiliniz olmasa belə, heç təcrübəniz olmasa belə, biz tamamən pulsuz sizə öyrətməyə hazırıq və sevə-sevə yanınızda olaraq sizə dəstək oluruq. Yetər ki, siz bunu istəməlisiniz. Siz istəməlisiniz ki, biz sizin yanınızda olaq. Düzdürmü? Ona görə də networkda hamı qazana bilməz. Networku başa düşənlər və ciddi olaraq çalışanlar qazanacaq. Amma necə çalışmaq lazımdır? Bugün mövzumuz bizim nizamlı, təlimatlara uyğun çalışaraq o qazancın yolunu tapmaq. Və artan qazanc dediyimizdə 10 manatı necə 100 manat eləyirik, 100 manatı necə 1000 manat eləyirik və sıfırlar necə sürətlə çoxalır. Hər birinizə uğurlar, hər birinizə layiq olduğunuz, istədiyiniz yerlərdə olaraq, istədiyiniz qazancı əldə etməyinizi, ən gözəl həyat yaşamağınızı arzu edirəm. Buyurun Rafiq müəllim. Rafiq müəllim sizə 8 təməl daşının təlimatları danışacaq. Arxasından özüm davam edəcəm. Çox sağ olun. Buyurun. Qısaca sizlə tanış olum. Mənim adım Rafiqdir. Sumqayıtdan adam olmuşam, orada böyümüşəm. Ömür billah demək olar ki, ticarətlə məşğul olmuşam. 10 yaşından ticarətlə məşğul olmağa başladım həyatda. Artıq 8-ci sinifdə oxuyanda bir professional ticarətçi idim. Ömrümü, həyatımı ticarətə qurban verdim. 2008-ci ildə artıq onlayn ticarətlə məşğul olmağa başladım. Və bu mənim üçün çox fərqli bir ticarət olduğuna görə çox xoşuma gəldi onlayn ticarət. Və onunla da həyatımı demək olar ki, onlayn ticarət üzərində qurdum. Bir çox şirkətlərdə işlədim. Ancaq Ersaq şirkətinə belə olaraq ən çətin gələn mən olmuşam. Bunu hamı bilir. Yəni, məni çox çətinliklə gətirdilər bura. Deyim ki, biləsiniz. Demək olar ki, mənim üzərimdə 1 il işlədilər. Mən 1 ildən sonra gəlib müqavilə bağlamışam, yəni Ersaqla. Ancaq ki, deyim ki, sizə Ersaq şirkətini ilk dəfə eşidəndə, çünki beləsinə bir şirkətlə əvvəllər də işləmişdim deyə və başladım ona maraqlanmağa. Qoşulmasam da maraqlanırdım, internetdən araşdırırdım və o qədər araşdırdım ki bunu, artıq bir qərar verdim.
Niyə görə qərar verdim? Çünki artıq mən Elsağa gələndə artıq onun nəticələri ilə ya bu produksiyalardan, yəni bu məhsullardan istifadə edib nəticələr görmüş bir çox insanları YouTube-da izləmişdim. Yəni orada Qazaxıstanda var idi, Rusiyada var idi. Azərbaycandan demirəm, yox, izləməmişdim. Başqa dövlətlərdən izləyirdim bunu. Və artıq bir qərar verdim ki, Elsaqla işə başlayacağam. Çünki Elsaqla niyə qoşuldum Elsaq şirkətinə? Mənə hər şirkətə dəvət edirlər. İndi də dəvət edirlər bir çox şirkətlərə. Sadəcə olaraq Elsaq şirkətinin belə deyək də plan marketingi çox xoşuma gəldi. Yəni mən bura qazanc üçün gəlmişəm. Yəni ki məhsula görə gəlmədim. Artıq məhsullara tam inamım 100% idi. Elə gəlməmişdən qabaq 100% idi. Çünki belə şirkətlərin məhsulları heç vaxt pis olmur. Həmişə yaxşı olur. Çünki analoq olmayan məhsullar olur. Çünki şirkət dünya bazarına çıxırsa, elə belə məhsul istehsal edib çıxmaz dünya bazarına. Ona görə məhsullara inamım tam idi. Sadəcə olaraq bu şirkətin məhsullarında biraz fərqlilik gördüm. Başqa şirkətlərdə demək olar ki, ancaq biodabavkalar, yəni bioloji aktiv qida əlavələri olurdu. Ancaq burada fərqlilik gördüm. Burada kosmetika da var, bioloji aktiv qida əlavələri də vardı. Təmizləyici məhsullar da olduğuna görə, yəni çeşidi o qədər çoxdur ki, bu kampaniyanın məhsullarının və demək olar ki, hər birimizə uyğundur. Bütün insanların gündəlik istifadə etdiyi bir şeylər idi. Bunlara görə, yəni plan marketinginə də baxdım, çox halallıq var bunların plan marketingində. Yəni başqa kampaniyalarda elə bir şey var ki, bəxti gətirənlər də qabağa gedir. Burada bəxti gətirənlər üçün deyil artıq. Burada çalışanlar üçündür. Burada bəxti gətirənlər üçün deyil. Yəni sadəcə olaraq çalışmaq lazımdır, işləmək lazımdır. Yolu asandır, rahatdır. Pul kartı oturulur birbaşa, başqa şirkətlərdə ki, məhsul verilmir pul əvəzinə. Yəni üstünlükləri belə deyim ki, çoxdur həqiqətən də. Çünki mən bir çox şirkətlərin plan marketinglərindən, məhsullarından tanışam. Kampaniyanın məhsulları münasib qiymətədir. Yəni onu da deyim, başqa şirkətlərdən çox-çox ucuzdur. Adicə belə bir spirulina deyim ki, spirulina başqa şirkətlərdə 90 manatdır. Yəni biləsiniz. Burada isə 52 manatdır, neçə manatdır da, elə deyil, 50 manat. O çox belə deyək ki, inandırıram sizi, o spirulinanın qiyməti kaş 200 manat olardı. Çünki o elə o qiymətə dəyən bir məhsuldur. Onun tərkibi o qədər güclü, o qədər zəngin bir məhsuldur ki. Yəni bu məhsullar xoşuma gəldi və daxil olan kimi də bir ayın içində yəni liderlik dərəcəsini aldım. Yəni ki, işləyirəm hal-hazırda da. Artıq özümün Sumqayıtda ofisi də var. Bəli. Bəli, baxın bir ayın içində azca bir şey deyim də, bir ayın içində liderlik dərəcəsi aldım. 3-cü ayında artıq ofis açıldı. Özdəki ofis tam fərqli bir ofis açıldı, yəni deyim ki sizə. Bu günlərdə çalışırıq, komanda var, hər şey var. Sadəcə olaraq biz istədik elədik. Başqalarından fərqli olaraq istədik elədik. Mən bu Elsaq şirkətində full time işləyirəm. Yəni bütün günümü, ömrümü, vaxtımı hamısını Elsağa sərf eləyirəm. Çünki vaxt qısadır, yaşım ötür, tez uğur qazanmaq istəyirəm və məqsədlərimi qoymuşam qabağıma ki, tez uğur qazanım. İndi sizə 8 təməl daşı haqqında qısa məlumat verim. Sadəcə bunu götürün buradan belə. Lövhə qalır, onu söndür. Yox, söndür. İşığı söndür. Bunu söndürdün. Ha, bu da yazın. Ha. Bir tane bana qələm verin də buradan. Aysa. Bir tane qələm də verin mənə. Gətir. Yəni ilk öncə məqsəd haqqında sizə məlumat verim. Baxın, hər bir insanın məqsədi olmalıdır. Robotun insandan fərqi bir dənədir ki, robot qabağına məqsəd qoya bilmir, insan qabağına məqsəd. Qalan hər şeyi robot eləyir. Ağlayır da, deyir də, gülür də, danışır da, ancaq qabağına məqsəd qoyub hərəkət eləyə bilmir. Və bizi fərqləndirən o məqsəddir. Məqsəd necədir? Məqsədi necə təyin etmək lazımdır? Qısaca deyim ki, biləsiniz. Məqsəd iki yerə bölünür. Qısa müddətli məqsədlər var, bir də uzun müddətli məqsədlər var. Baxın, mən də özüm ilk dəfə bu məqsədlər haqqında belə deyim də
oxuyanda, öyrənəndə necə öz qabağıma məqsəd qoymuşdum. Deməli, bir qısa məqsəd qoymuşdum qabağıma ki, belə deyim sizə. Qısa və uzun müddətli məqsədlər. Baxın, qısa müddətli məqsədi necə qoyurduq qabağımıza. Məsəl üçün, qısa və uzun məqsədlər də iki yerə bölünür. Məsəl üçün, qısa müddətli məqsədlər şəxsi məqsədlərimizdə ola bilər, biznesə qarşı olan məqsədlərimizdə ola bilər. Məsəl üçün, mən ilk dəfə bu dərsi keçəndə qısa məqsəd özümə qoymuşdum ki, yəni birinci maaşımdan velosiped alım. Çünki uşaqlığım olanda hamının velosipedi var idi, biz kasıb ailə idik və mənim velosipedim yox idi. Həmişə həsədlə baxırdım onlara ki, ona gedib istəyirdim ki, o velosipedi ver sürüm, buna deyirdim ki, velosipedi ver sürüm. Sonra qısa müddətli məqsəd qoymuşdum qabağıma ki, 3 ayın ərzində professional kompüter alım. Bu qısa müddətli məqsədlərim idi, şəxsi məqsədlərim idi. Və uzun müddətli məqsədlər qoymuşdum ki, qabağıma. Bir cip maşını alım, həyət evim olsun, torpaq alım, ev tikim, belə qoymuşdum. Biznesə qarşı isə qoymuşdum ki, məsəl üçün bir ayın içində bu kvalifikasiyanı bağlayayım, 2-ci ayımda, 3-cü ayımda bu kvalifikasiyanı bağlayayım, 4-cü ayımda və 1 ilə qədər məqsədlərimi 1 illik tutmuşdum. Və demək olar ki, inandırıram sizi, mən yazdığım hər şeylərə çatdım. Bugün də dəftərimdədir, hamısını göstərirəm hər dəfə sizə onu. Və o şeyləri yazmışdım və onlara çatırdım həyatda. Bilirsiniz niyə? Çünki hər gün açıb oxuyurdum onu. Və baxırdım ki, insanlar qabağına məqsəd qoyun və qabağına məqsəd qoyub irəliləyən insanların videolarına baxırdım YouTube-da. Və orada bir sekret var, indi bilmirəm, baxmısınız, baxmamışsınız, çəkim yazısı. Yəni o çox vacib bir şeydir. Yəni sizə məsləhət görürəm ki, çox baxasınız ona. Bəli. Orada bir çox dünyanın inkişaf etmiş, yəni belə məqsədlərinə çatmış insanlar öz məqsədlərini kağızlara yazıblar və onların hamısı məqsədlərinə çatıblar və orada deyir ki, axırda, deyir biz çatmışıq, siz də çatacaqsınız, sadəcə yazın. Və yazanda da arzunun məqsəddən fərqi ondadır ki, arzu xəyaldır, məqsəd isə konkretdir. Vaxt qoyulur qabağına. Məsələn, bu vaxtda bunu eləyəcəm, bu vaxtda bunu eləyəcəm, bu vaxtda bunu eləyəcəm. Uzun müddətli məqsədlərdə beləsini yazırsınız. Sonra öhdəlik gəlir. Öhdəlik də iki yerə bölünür. Biznesə qarşı öhdəliyi var. Bir də məqsədlərimizə qarşı öhdəliyi var. Və bu biznesə qarşı qoyduğunuz öhdəliyi planlaşdırırsınız. Artıq yəni məqsədlərinizə doğru öhdəlikdə irəliləməyə başlayırsınız, belə deyək. Bu yazdınız. Azca indi öhdəlik götürüb bunu irəliləmək lazımdır. İrəliləmək üçün nə etmək lazımdır? Birinci belə deyim də, bir iş planı tutmaq lazımdır. Konkret iş planı. Bugün bilməlisiniz ki, artıq sabah siz nə edəcəksiniz? Bunu eləyən var? Düzün deyin. Mən eləyirəm. Dəftərimdə var. Sabah nə edəcəm? Yazılıb. Çünki mənim o planım olmasa, mən yuxudan duranda artıq bilməliyəm mən bugün nə edəcəm. Çünki mən yuxudan dursam, bilməyəcəmsə nə edəcəm. Əgər bilmirsinizsə hara gedirsiniz, onda hara gedirsiniz? Bax, bunu dəqiq bilmək lazımdır ki, biz hara gedirik və niyə ora gedirik və arxamızda bu cəmaatı niyə ora çəkirik ki? Bunu dəqiqləşdirmək lazımdır. Öhdəlik götürdünüz, öhdəlik, yəni biznesə qarşı öhdəlik, bir də ki, arzu və məqsədlərinizə qarşı öhdəlik. Bunu mütləq götürmək lazımdır. Bu öhdəlik olmasa, siz, belə deyək də, öhdəlik əslində məsuliyyətdir. Məsuliyyətin özü isə insanın daxili tərbiyəsidir. O məsuliyyət yoxdursa, siz heç bir şey eləyə bilməzsiniz burada. Özünüzə qarşı məsuliyyətli olursunuz da, demirəm ki, başqalarına qarşı olun məsuliyyətli. Bir də ən əsas şey ki, var ki burada, bir şey həmişə düşünün. Kimsə burada qazanırsa, mən niyə qazanmayayım ki? Və bunu yaddan çıxartmayın. Kimsə burada uğur qazanırsa, mən niyə qazanmayayım ki? Bizim fərqimiz nədir ki, o uğur qazanır, mən qazanmıram? Fərqimiz budur. O təlimat üzrə gedir, biz təlimat üzrə getmirik. Sadəcə budur. Adi bir şeylərdir. Sonra buradan siyahı gəlir. Siyahını bir neçə dəfə izah eləmişəm sizə. Siyahı iki yerə bölünür. Tanışların siyahısı, arzu və məqsədlərin siyahısı. Bu da iki yerə bölünür.
Bu necə öhdəlik iki yerə bölündü? Yəni biznesə qarşı öhdəlik, belə qısaca deyim. Bir də var məqsədlərinə qarşı öhdəlik. Siyahı da iki yerə bölünür. Tanışların siyahısı və məqsədlərimin siyahısı. Tanışların siyahısı çox adam deyə bilər ki, məsələn, mənim kontaktımda bu qədər adam var, mənim kontaktımda bu insanlar var. İnandırıram sizi. Kimsə deyər ki, mənim siyahım var. Mən hər biznesə gələndə təzə siyahı yazmışam. Hər sistemə gedəndə təzə siyahı. Sadəcə olaraq o adamları da götürüb köçürtmüşəm, azca təzə eləmişəm. Çünki təzə sistemə başlayıram, istəyirəm hər şey təzə olsun. Köhnələri qoyuram qırağa. Bu günləri siyahı varsa, belə deyim də, siyahı ilə işləmək çox asandır. Niyə asandır? Sadəcə olaraq baxırsınız, indi onu hər dəfə çəkirəm, indi bilənlər bilir, indi bu dəfə çəkmirəm. Sadəcə onu bölürsünüz kateqoriyalara. Deyim də, qısa deyim. İgidin yaraşığıdır. Deməli, A hərfi yazırsınız. Ad, elə deyək. Kimdir? Telefonu, etibarı, vaxtı, riski, məsuliyyəti, nəsidən oldu? Bir-iki məsuliyyəti, etibarı, vaxtı, riski, yox, bir dənə də var idi. Etibarı var, vaxtı var, riski var, məsuliyyəti var. İndi deyəcəm sizə yadıma düşdü. Təhsil yazmışlar. Təhsili, bəli. Təhsili bir də nəticə var. Deməli, yuxarı bal. Yox, bu telefondur. Deməli, A hərfi ilə alfabetlə yazırsınız dəftəri. A yazdınız, A hərfi ilə adlar. 2 vərəq buraxırsınız, B hərfi ilə, D hərfi ilə, G hərfi ilə ki, sizə rahat tapmaq olsun onu. Deməli, adı kimdir, nə deməkdir? Yəni ki, o adam kimdir? Ola bilər ki, məsəl üçün, 2 dənə Azər yaza bilərsiniz. Addır da, insanlarda olur. Məsələn, yaza bilərsiniz, bu Azər ustadır, bu Azər müəllimdir. Çox vacibdir. Yəni bunu bilməyən, inanın ki, düzgün komanda qura bilməz. Ona görə də çalışın ki, yəni bu gün sizə adi görünən bir detalı belə, yəni o qədər incəliyinə ətraflı öyrənməlisiniz ki, sabah sizin komanda qurmağınızda əsas köməyinizə çatan, bax, bu siyahını necə tərkib edirsiniz abi? Ola bilər yüzlərlə, minlərlə tanışlarınız var. Amma oradan sizə kimlər çıxacaq? Ona görə çox diqqətli qulaq asın. Bir də onu qeyd eləmədim bayaq, deməli, seminarımızın sonunda bir viktorin olacaq və mövzu əsasında 2 sualımız olacaq. Yəni, mövzuya diqqətlə qulaq asın, tam ətraflı, dolğun cavab verənin hədiyyəsi olacaq. Deməli, bir də izah edeyim, bu siyahı çox vacib bir şeydir, yəni onu biləsiniz. Addır, kimdir adam, telefonun nömrəsidir, sizə olan etibarı, yəni deyim ki, kiçik rəqəm 2-dir, yuxarı rəqəm 5-dir, yəni biləsiniz. Etibarıdır, vaxtıdır, riskidir, məsuliyyətidir, təhsilidir. Bax, belə götürək. Tutaq ki, yazaq burada Azər. Məsəl üçün. Azərin, burada yazırıq Azəri. Azər. Deməli, Azər kimdir? Tutaq ki, Azər müəllimdir. Yazırıq müəllim. Sonra yazırıq burada telefon nömrəsi. Sonra yazırıq, baxırıq o adam bizə nə qədər etibar edir. Bizim tanışımızdır da o. Düzdür, biz tanıyırıq onu. Ola bilər ki, o adamın bizə etibarı 100% deyil. Ola bilər ki, o adamın etibarı biraz bizə azdır. Belə götürək ki, belə normalda götürək 4-dür. O adamın vaxtı necədir? Müəllimdir. Səhər gedir, saat 2-yə qədər işləyir. Deməli, onun part-time vaxtı var. Yəni, yarım gün vaxtı var. Yarım gün vaxtı varsa 4 yazırıq. Əgər 100% vaxtı olsaydı 5 yazardıq. Sonra baxırıq, adam riskli adamdır ya yox. Müəllimlər çox vaxt riskli adam olmur. Riskli olmur, müəllimlər çox vaxt olmur. Belə deyək də, siz risklisiniz, yəni mən bir nəfəri tutmam. Baxın bir şey deyim sizə. Əslində bu müəllim işidir elə. Network müəllim işi. Baxın, deməli belə götürək, riskin götürək 3 yazaq. Yəni məsuliyyəti, müəllimlər məsuliyyətli adam olur, olan məsuliyyətin 5 yazaq. Təhsili belədir. Orada magistri də qutara bilər. Magistri qutarıbsa 5 yazırıq.
Ancaq sadəcə olaraq ali təhsili varsa 4 yazırıq. İndi bəzilərinin çoxunun ali təhsili olur, belə 4 yazar. Və bu rəqəmləri toplayırıq. 4, 4, 8, 11, bu da 9. Nəticədə 19 rəqəm alınır. Bu rəqəmlər toparlanır, 19 alınır. 19 alınırsa, bunların, yəni bu adamları ki yazdıq, ballandırdıq, artıq biz insanların adına buradan baxırıq, buradan baxmırıq. Və kimin balı yuxarıdırsa, sadəcə onları o siyahıdan çıxardırıq. 20 olsun. 20. Sadəcə olaraq kimin balı yuxarıdırsa yazırıq, çıxardırıq. Təxminən belə deyim ki, statistika göstərir, mən deyim, 20 yaşında olan bir şəxs minimum 1000 nəfər tanıyır. Yəni biləsiniz. Kimsə deyə bilməz ki, mən tanıyır. Çünki orta məktəbdə var, idmana getdiyi var, musiqiyə getdiyi var, institutda oxuduğu var, əskərlikdə olurlar var, qohumları var, dostları var, qonşuları var. Belə sizə yığsa siyahını. Demirəm, onlar hamısı onun nüfuz dayısı, sadəcə tanıdığı adamlardır. Xarakter yazmamışıq, orada məsuliyyət yazmış. Baxın, bu rəqəm ki çıxdı, artıq siyahıya baxırıq, bu rəqəmi çıxartdıq, təxminən tutaq ki, 30 nəfər yuxarı balı olan çıxdı orada. Bu biznesə qoşacağımız adamlar bunun içindədir. %100 bunun içindədir. Mümkün deyil onun içində olmasın. Ən azından 5 nəfər. Ən azından 5 nəfər bunun içində. Artıq biz adam axtarmırıq. Artıq bizim işimiz keçir başqa bir şeyə. Bəli, crossword ola, belə test deyək. Artıq bizim işimiz düzəldi. Biz bilirik ki, artıq o 5 nəfər buradadır. Bizə nə lazımdır? İndi bu 30 nəfərlə görüşmək lazımdır. Sadəcə oturub qabağımıza məqsəd qoymuşuq da. Biz bu 30 nəfərlə necə görüşək? Gündə 2 nəfərlə görüşsək, deməli buna bizim 2 həftə vaxtımız gələcək, 15 gün eləyəcək. Tez işimiz qurmaq lazımdır. Belə də gündə məsəl üçün 5 nəfərlə görüşsək, 6 gün vaxt sərf edəcəyik də deməli. Düzdür? 6 günə biz onlarla elə iş qura bilərik ki, birinci hərəsi 100 manatlıq məhsul alsa, biz 30 karyeri bağlamış, 15 karyeri bağlamış oluruq. Konkret, yəni möhür budur. 15 karyeri bağlamışıqsa, biz oradan müəyyən summada pul da almış oluruq. Yəni birinci mükafatımızı almış oluruq. Üçüncüsü bizim bir komanda yaranır artıq. Və ondan sonra komanda ilə işləməyə başlayırıq. Siyahı yazılandan sonra, yəni ki, dəvətdir də. Ardıcıl yəni artıq siyahımız hazırdır. Kimləri dəvət edə bilərik? Yazılıbdır. Dəvət burada bilirsiniz. Dəvət buna bağlıdır. Konkret buna rəqəmlərə bağlıdır. Bu rəqəm ki yaranıb burada, məsəl üçün kimdə 25 yaranıbsa, biz ona bir kəlmə söz deyirik. 200 manat qoy cibə dur gəbra, bitdi söhbət. Məndə belə olur. Əgər rəqəmi aşağıdırsa, biraz başqa cür dəvət edirik. Deyirik ki, məsəl üçün, yəni dəvətin bir dənə məqsədi var. Biz onunla görüşək, bitdi. Və onu sponsorla görüşdürmək lazımdır. Özümüz heç də danışmayaq ona. Çünki o bizim tanışımızla sponsor görüşsə daha yaxşıdır. Çünki o artıq daha məlumatlıdır, daha təcrübəlidir, pul qazanır artıq burada. Yəni onun verdiyi bütün suallara onu qane edəcək cavab verməyə hazırdır. Onun üçün də onu sponsorla görüşdürmək lazımdır. Çalışın özünüz görüşməyin. Sadəcə olaraq sponsorla görüşəndə bir neçə şeyə belə deyim də diqqət eləmək lazımdır. Birinci sponsoru təqdim eləmək lazımdır. Yəni şirkətimizin məsəl üçün lideridir və yaxud da hansı kvalifikasiyadır onu deyin və yaxud da deyin ki, şirkətimizin çox gözəl bilən bir mütəxəssisdir. Bu da ki, mənim tanışım filan kəsdir. Bitdi. Onu buna təqdim eləməyin, bunu ona təqdim eləyin. Lideri təqdim eləyin həmişə. Biraz promotionla eləyin ki, yəni biraz yüksəksə. Dəyərini göstərərək. Bəli, ayso, dəyərini göstərərək təqdim eləyin. Təqdim eləyəndən sonra, ondan sonra deyirsə, zəhmət olmasa telefonu söndürün. Bugün eşidəcəyiniz məlumat sizin həyatınızı dəyişə bilər. Bu sözləri mütləq demək lazımdır. O telefonunu söndürür, diqqətlə qulaq asır. Sponsor ona məlumat verəndə siz qabağınıza bir kağız qoyursunuz və onun dediklərini qeyd edirsiniz özünüzdə ki, siz də çünki sabah sponsor olacaqsınız. 3 nəfər, 5 nəfərlə hər dəfə qeyd eləyəndə təcrübə toplayırsınız, artıq özünüz danışmağa başlayacaqsınız. Yəni burada biləsiniz ki, yəni dəvətin mən indi sizə şəxsən deyə bilmərəm ki, bu cürlə dəvət edin. Çünki hər kəsənin öz bir yolu var dəvət eləməyin.
Hərə bir cürünə dəvət edir. Bunun konkret belə deyək ki, bir yolu yoxdur. Ancaq dəvətin 3 üsulu var. Biri üz-üzə görüşərək dəvət edirik, biri telefon vasitəsilə dəvət edirik, biri də reklam vasitəsilə dəvət edirik. Yəni bunların üçü də işləyir. Yəni deyirsiniz ki, adam var məsələn reklamla işləyir, adam var telefonla işləyir, adam var da beləsinə üz-üzə görüşür, dəvətini eləyir. Yəni bunu hər cürünə dəvət eləmək lazımdır. Təqdimata keçin. Dəvətin əsas məqsədi diqqət çəkmək. Görüş təyin eləməkdə. Dəvətdə bilirsiniz necədir? Elə dəvət eləmək lazımdır ki, o adam bilməlidir ki, mən gedim bir görüm orada nə var. Bir belə marağı konkret yaratmaq lazımdır da. Əslində bunu da maraq yaratmağa çox da ehtiyac yoxdur. Burada artıq marağın özü var elə burada. Yəni marağın özü bu şirkətin içində var da. Kim məsələn dərk eləyəcəksə bu şirkəti. Ancaq mən sizə bir şey deyim. Çalışın nüfuz dairəsi ilə işləyin. Ən yaxşı dəvət odur. Ən rahatı odur, ən asanı odur. Çünki sizin nüfuzunuzdur. Sizə etibar edən şəxslər var da həyatda konkretdə. 3 nəfər, 5 nəfər var da, real bu var. Hamının ətrafında 3 nəfər, 5 nəfər var. Mən demirəm 50 nəfər, 30 nəfər, 40 nəfər var. Ancaq 3-5 nəfər var. Siz adam nüfuz dairəsi ilə işləyəndə siz çox rahat olur. Çox asan olur. Mən məsəl üçün bu günləri otururam, bu açığını deyimsə, reklamla çox adam dəvət elədim də. Baxıram onların içindən belə də boş-boşuna qoşulurlar, aktivlik eləmirlər. Azər nüfuzlarım hamısı qoşulur. Çünki mənə inanırlar onlar. Onlar nə bilirlər ki, Ersaq nədir? Onlar bilirlər ki, Rafiq buradadır. Mənə görə gəlirlər, Ersaqa görə işləyirlər. Azər gələndə mənə görə gəlirlər. Mənə inanıb gəlirlər. Mən demirəm, adamlar var ki, məsələn, mənim bugün komandada adam var ki, reklamla olmuşam. Mən o adamla reklamla tanış olmuşam, 15 ildir mənim şəbəkəmdədir. Hara getmişəm, mənə gəlib, ancaq reklamla tanış olmuşam o adamla. Adam da var ki, məsələn, sırf nüfuzumdur, onu ilə işləmişəm. Beləsinə, adam da var ki, belə də tanış olmuşam, nə bilim, ünsiyyətimiz yaranıb, sonra da gəlib qoşulur. Belə də var. Yəni bu dəvətin sırf beləsinə deyim ki, bir qaydası var, onun bir belə konkret bir qaydası yoxdur da. Sadəcə olaraq dəvət yox, düzgün dəvət. Yəni adım belə qoyur da, düzgün dəvət eləmək lazımdır. Məlumatla yerini səhv salmaq lazım deyil. Məsələn, adamlar var da, məsələn, bayaqlar mənə biri yazıb, deyir ki, bu nə işdir, mənə deyin də nə işdir. Mən ona deyirəm ki, gəl filan yerə, filan ofisə, gəl orada məlumat alacaqsınız. Bir uzundan qulağımdan deyəndə, bu birinci sualdır da, yəni hamıya verilən sualdır. Uzundan qulağımdan deyəndə, görüm nə işdir, necə işdir, mənim gəlməyimə dəyərmi ora? Deyirəm, vallah, xanımdır, deyirəm ki, xanım, burada əsas xanımlar işləyir. Siz gəlin məlumatı dinləyin, bu sizin üçün bir şans deyə həyatda. Cümlə var ha. Sevgili kəlmə olur. Yəni onu bir ürəklə, Hə. onunla deyil, qarşı tərəfin elə bir marağını yaradırsan ki. Bəli. Dedim bu bir şansdır sizin üçün həyatda. Deyir ki, bəs nə vaxt görüşə bilərik? Mən də dedim ki, nə vaxt yox. Biz sabah görüşək, bugün vaxtım yoxdur. Bayaq yanında marşrutda onunla danışırdım. Dedim günortadan qabaq görüşək, sonra görüşək. Mən həmişə variant qoyuram. O da deyir ki, günortadan qabaq görüşək. Mən dedim ki, saat 11-də görüşək, 12-də görüşək, variant qoyuram da. O da deyir ki, məsələn, saat 12 mənə münasibdir, dedim mənə də münasibdir. Artıq konkret vaxtımı, görüşümü təyin edirdim. İndi sabah saat 12-də görüşəcəm ona. İndi bax, yəni bu dəvətin qaydasıdır. Təqdimatdır. Təqdimatı dedim sizə belədir. Sponsoru təqdim eləyirsiniz. Hə. Təqdim eləyirsiniz sponsoru. Sponsoru, bu da deyirsiniz, mənim tanışımdır və yaxud da bacımdır, qardaşımdır belə. Yəni sponsoru layiqincə təqdim edirsiniz ki, o bilsin ki, kiminsə qarşısında oturub da, elə belə adamın qarşısında oturmayıb da. Və özünü yığsın, telefonu söndürsün, mütləq deyin ki, məsələn, eşidəcəyiniz məlumat sizin həyatınızda dəyişə bilər, belə də, elə nə lazımdır, özünüz bilirsiniz demək. Belə təqdimatdan da çox şey asılıdır. İndi deyiləcək təqdimat da sizə. Mən fərqli təqdim eləyirəm, ancaq məsəl üçün insanlar fərqli təqdim eləyir. Mənim öz üsulum var. Başqa cür təqdim eləyirəm. Məsəl üçün insanlar var bu cürünə təqdim eləyir. Onu da hər an məsələn liderin öz yanaşma üsulu var da. Mən deyəmmərəm ki, kim necə eləyir. Ancaq mən öz üsuluma görə təqdim eləyirəm. Sonra ardıcıllıq var burada. Ardıcıllıq nə deməkdir? Çox vaxt birinci görüşdən insanların belə deyək də 70-80% qoşulmur. Deyir gedim fikirləşərəm, gedim bir məsləhət eləyim, filan eləyim. Baxın, orada bir şeylər var da. Deyəndə ki, gedim məsləhət eləyim, deyirsiniz ki, kimdən məsləhət eləyəcəksiniz?
Kimdən? Sual verirsiniz. Kimdən? Deyir ki, məsələn, qardaşıma. Deyirsiniz ki, hazır mütəxəssis oturub burada. Nə məsləhətiniz var, onu ilə eləyin də. Bu işin bilicisidir də. Siz gedin maşın ustası ilə bunu məsləhət eləyəsi deyilsiniz ki. Ayıldın ki o anı. Adam bilsin ki, kimlə bunu məsləhət eləməlidir. Bu işi bilən adamla məsləhət eləməlidir. Bilməyən adamı gəlib desə, deyəcək boş şeydir. O özü də bilmir axı nədir. Nə deməlidir ki? Ona görə ardıcıllıq. Ardıcıllıq vaxtı nə edirik? Sadəcə zəng eləyirik o adama 24-48 saat ərzində. Sadəcə zəng eləyir, salam, necəsiniz, nə var, nə yox. O sizə nə desə, bir dənə cavabınız var. Mən də sizi kimi fikirləşirdim. Hər nə desə. Məsəl üçün, deyə bilər ki, yox, mən vaxtım yoxdur bu işi görməyə. Deyirsiniz ki, mən də sizi kimi fikirləşirdim ilk gələndə. Mən də sizi kimi düşünürdüm. Ardıcıllığın əsas məqsədi odur ki, biz o adamla yenidən görüşək. Məqsəd budur. Və görüşündə, ikinci görüşdə artıq ona biz nə deməliyik? İkinci görüşdə biz ona nailiyyətimizdən danışmalıyıq. Öz nailiyyətimiz yoxdursa, sponsorun nailiyyətindən danışmalıyıq. Məsəl üçün, deməliyik, məsəl üçün, adi bir şey deməliyik. Burada olan, məsəl üçün, bu produksiyandan sağalan insanların nəticələrindən danışmalıyıq. Baxmalıyıq da o adam hansı tərəfə meyillidir. Produksiyaya meyillidir, yoxsa biznesə meyillidir. Biznesə meyillidirsə, uğur qazanan adamlardan danışmalıyıq, onların qazancından danışmalıyıq. Yəni bu şeyləri danışmalıyıq. Sonra burada nə? Dedim 24-48 saat ərzində olmalıdır. Nəyə görə 24 saat 48? Çünki 24 saat 48 saat ərzində biz ondan əlaqə saxlamırsaq, biz onu itirəcəyik. Çünki yox, kimdənsə təkcə o deyil, o da var, yəni o da var ki, danışacaq orada burada. Fikirləri dəyişəcək. Belə də olur. Yəni sadəcə olaraq düşüncəsi dəyişə bilər də onun. Bu işə qarşı düşüncəsi dəyişə bilər. Həm də ki həmin adamın çalışın telefonunu götürün. Həmin adamın anadan olduğu tarixi yazın. Bu çox vacibdir. Onun ad günündə sadəcə zəng edib onu təbrik edirsiniz. İnsanlar hamısı diqqət tələb edir. Sadəcə diqqət yetirirsiniz ona. O da baxacaq ki, bu mənə diqqət eləyir, mənə ad günündə təbrik eləyir, bayramlarda təbrik eləyir məni. Yəni diqqət var da bura. Məsəl üçün belə ünsiyyətinizi qurursunuz, o bu gün qoşulmazsa, müəyyən vaxtdan sonra mütləq qoşulacaq. Çünki artıq sizin diqqətinizdədir o. Yəni fikirləşməyin. Ünsiyyət yaradırsınız. Sadəcə fikirləşməyin ki, bu günləri məsəl üçün izaha gətirdiyiniz adam qoşulmadı, getdi, onu buraxmayın heç vaxt. O əvvəl-axır qoşulacaq bura. O sizdən asılıdır artıq. Ola bilər, başqasına da qoşula bilər, sizə də qoşula bilər. Ola bilər ki, 3 aydan sonra qoşula bilər, ola bilər 5 aydan sonra qoşula bilər, ola bilər 2 ildən sonra qoşula bilər. Çünki siz axı bu işin içindəsiniz, uğur qazanırsınız axı. Siz məsələn ona 2 aydan bir, 3 aydan sonra zəng eləyəndə öz uğurlarınızdan danışanda artıq görəcək ki, siz onsuz da qabağa gedirsiniz də, təkcə ona bağlı deyilsiniz həyatda. Yəni o başa düşəcək ki, mən gəlmədimsə, bu adam öz işini görür, gedir, məndən asılılığı yoxmuş həqiqətən də. Bunu anlamalıdır o. Sonra burada gəlir, nə gəlirdi burada? Liderlə məsləhət. İnandırıram sizi. Yuxudan duran kimi liderə zəng eləmək lazımdır. Yatanda da liderə zəng eləmək lazımdır. Hər gün lider, çay içəndə də liderlə məsləhət eləmək lazımdır. Yemək yeyəndə də liderlə məsləhət eləmək. Çünki bilirsiniz necədir? Bəli, hər şeydə. Çünki nəyə görə? Liderlə distributor sıx əlaqədə olmalıdır. Çünki təzə gələn adamda müəyyən negativ şeylər ola bilər. Çünki o oradan-buradan çox şey eşidəcək də. Ancaq lider onun, belə deyək də, zaryatka verənidir də. Belə deyək. Liderə zəng eləyən kimi, lider onun lazım olan enerji ilə dolduracaq. Lazım olan enerjini verəcək ona. Mütləq verir də, hamı verir. Yəni ki, bu acizə məsələsində deyir ki, biri deyir ki, mənə deyir ki, qoşulub o biznesə, deyir ki, hər ay ora pul qoymaq lazımdır, hər ay oradan məhsul almaq lazımdır. Gəlir məsələn liderə deyir, lider belə. Pisdir ki, sənin komandan olacaq, hər ay hamısı məhsul alacaq, sən görə nə qədər pul alacaqsan. Bizə onu elə şeydir, o da fikirləşir ki, doğrudan eləymiş, həqiqətən də beləymiş. Mən gəlib 30 karyerə çıxanda mənim komandamda hamı gəlib hər ay məhsul alacaq, mən də nə qədər pul alacaq. Birisi lider onu elə zaryatka verəcək ki, o konkret o enerjini tutub başlayacaq o kvalifikasiyanı tutmağa.
Hər şey düzgün yol göstərməklə lazımdır. Yəni liderlərlə məsləhət o qədər belə deyərdim ki, hər şeydə məsləhət eləmək lazımdır. Öz başına heç nə eləməyin. Çünki bilirsiz, yeni gələn adam öz başına heç zat eləməməlidir. O liderlə məsləhət eləməlidir. Mən də eləyirəm. Mən də lazım olur. Məsələn, gəlirəm liderlərə ki, məsələn, mən filan şey belə eləmirəm. Nə məsləhət bilirsiniz? Necə məsləhət bilirsiniz? Baxıram, görürəm, mənim yaxşı məsləhət bilirlər. Məsələn, mən də o məsləhətdən gedirəm. Da mənə enerji lazım deyil, məndə enerji yerində olur da həmişə. Azca məsləhətə ehtiyacım çox olur. Çünki bilirsiniz, mənim nə qədər təcrübəm olsa da, mən də Ersaqda yeniyəm. Yəni Ersağı buradakı liderlər kimi bilmirəm. Ancaq onlar məndən daha çox bilir. Yox. Bilirsiniz, sadə deyil. Marketingi sadə deyil. Yəni deyim ki, biləsiniz. Başqa şirkətlərə baxanda bilirsiniz, incəliyi çoxdur da. Baxın, sadəcə olaraq ilk insanlara o söz karyerdən o tərəfə heç nə izah eləmək lazım deyil. Heç mən izah eləmirəm karyerlərdə çox vaxt. Heç eləmirəm. Heç 10 karyeri də izah eləmirəm. Gələn kimi biz birinci lider falan izah edirik. Daha 10 kariyer, 15 kariyerə neçə puan lazımdır qalır. Lider bala, sən lider olandan sonra 60 puan düzəltmən. Mən heç başım demək olar ki, plan marketinq danışmıram. Bəs sən danışırsan? Mən sadəcə ənənəvi biznesin, şəbəkəli biznesin fərqini göstərirəm ona. Bitdi. Bitdi, bura qədər danışım. Sonra sual verirəm. Siz üçün maraqlı nə oldu burada? Biznes maraqlıdır, yoxsa məhsulları maraqlıdır, yoxsa kollektiv maraqlıdır? Sonra ki, deyir ki, məsələn, buranın gəliri maraqlıdır. Gəliri maraqlıdır, başlayıram plan marketinq izah eləməyə. O demirsə, mən heç izah eləmirəm. Məsələn, deyir, məhsul maraqlıdır, məhsuldan danışıram. Danışmıram biznes planı. Ona nə maraqlıdır, ondan danışıram da. O beləsinə. Sonra burada var, nə var burada? Dublikat. Bu dublikat. Yəni biznesin asarı budur. Bütün biznesin, network'un asarı budur. Hər kəsən özün duplikatını yaratmalıdır. Baxın, bu duplikatı yaratmaq o qədər də asan deyil. Yəni biləsiniz. Belə deyim də, deyərdim ki, daha ən vacib məsələdir də bu. Baxın, hər kəsən, bəzən Şəlalə xanım, 5 dənə Şəlalə xanımın xəttində olsa, padşah kimi yaşayır. Düzdür? Düzdür? Olmur. Məsələn, Esmirə xanım kimi 5 dənə Esmirə xanım onun xəttində olsa, Nərgiz xanım kimi 5 dənə Nərgiz xanım onun xəttində olsa, heç lazımdır. Əfruz xanım kimi 5 dənə onun xəttində Əfruz xanım kimi adam olsa, bəs eləyir. Sadəcə olaraq bu dublikat bir günə yaranmayan bir şeydir. Məsələn, Şəlalə xanımın gəlib burada uğur qazanmağı bir gün olmayıb ki. Bir ilə də olmayıb. Bir neçə ilə olur. Və dublikat da bir neçə ilə yaranır. Azca bir şey deyim sizə ki, indi biraz fərqli bir şeylər var da. Belə deyim də, indi network o qədər inkişaf eləyib ki, yaxşı bir networker gətirib qoşarsınız şəbəkəmizə, o elə dublikat da hazır elə bir ayın içində duplikatınız olar. Bu da var. Hazır kopya, mənə kimi kopyanı gətirib qoydu. Ona başladı işləməyə də. Kopyadır da, yəni ki, ona biraz lazımdır da belə strategiyanı dəyişsin. Bilirsiniz? O elə əslində eləsi daha yaxşıdır. Amma hazır kopyanı gətirmək üçün də siz özünüz professional olmalısınız və o deyilən təlimatlara uyğun o qədər gözəl çalışmalısınız ki, kopyanı da gətirməyi bacarasınız. Bilirsiniz, baxın belə deyim də, kimi istəsəz bu biznesə gətirə bilərsiniz. İnandırıram sizə. Bax, bir şey deyim sizə. Rita xanım mənim şəbəkəmdə olmuş adam olub da. Gəl. Sadəcə o adam istəyirdi ki, mən gəlim qoşulum onun komandasına. Baxın, hər şey burada, bu sistemdə, başım network sistemində ən birinci hər şey sizin inamınıza bağlıdır. Onu deyim ki, biləsiniz. İnandırıram ki sizə, siz inansaz ki, bu yerindən tərpənib bura gedəcək, o yerindən tərpənib gedəcək ora. İnandırıram sizə. İnsanlar var, o qədər inanırlar və onu tərpədirlər həyatda. Bugün var o insanlar. Baxın, sadəcə olaraq
İnan biliyə bağlıdır da, başa düşürsünüz. İşinizi elə bilməlisiniz ki, konkret inanmalısınız ki, mən qarşımda oturan adama lazımı olan məlumatı lazımi səviyyədə verə biləcəm. İstənilən adam bura gətirir. İstənilən adamı da gətirəcəm bura. Baxın, ən çətin adamlardan biri mən olmuşam da, yəni deyirəmsə, bir ilə mən gəlmişəm da bura. Baxın, mən artıq bu sistemə gəlməmişdim. Belə deyək də, mən 3 aydır buradayam. Ancaq 6 ay bundan qabaq artıq Əfruz xanımla da danışmışdım, Həzər xanımla da danışmışdım, Rita xanımla da danışmışdım, Sevinç xanımla da danışmışdım. Hamısını Rita calayırdı mənə. Mən də telefonda onlarla danışırdım, mərəyə bir söz deyirdim, yola verirdim, gedirdilər də. Ancaq bilirsiniz nədir? Onlar ki, məndən əl çəkmədilər, deməli istədilər də. İstədilər ki, mən burada olum. Və onlar istədi, mən də oldum. Sadəcə onların istəyinə bağlıdır hər şey. Siz istədiyiniz adamı bayaqlar səhər-səhər Əfruz xanım deyir, bir lider ki, Arifləyimlə keçib viplayma, indi bizə gəlmək istəmirsə, artıq bu adam bu işi görüb də bir dəfə. Deməli, o bura da gətirmək olar onu. Mümkündür. Bütün liderləri gətirmək. Sadəcə olaraq networkda işləyən insanları, liderləri, onlara yanaşma biraz fərqli olmalıdır. Onlara biraz gəliri daha üstün göstərmək lazımdır. Onlara daha biraz şans vermək lazımdır. Onlara hər şeydə güzəşt olmalıdır. Çünki onlar gələcək bir ayın içində öz sözünü deyəcəklər. Ona görə onlara çox güzəşt elə. Mən də eləyərəm güzəşt. Desə yerimə pul qoyaram. Desə ki, məsəl üçün, mən üçün bunu elə. Deyər, mən üçün onu elə. Deyər ki, 3 gün yatma, mənə görə yatmaram. Zato bilərəm, komandama lider gəlir. O yüzden düşünürsünüz, onlarla işləmək biraz fərqlidir. Ancaq mən sizə bir şey deyim ki, inanın ki, baxın, heç networku bilməyən adam Əfruz xanım kimi gəlir burada lider də olur. Olur da, fakt real gözümüzün qabağındadır da. Heç vaxt networkdan xəbər... Mən də orada olacağım. Bizim müdürlər hangi şirkətlərdən bunu eləmək Olmur. Şirkətlərdə bunu eləmək, Əfruz xanım kimi adam gəl, ola bilməz. Ola bilməz. Şirkətdə Olur. Düzdür. Düzdür. Buna o şirkətlər Düzdür. Ersağın imkanları verir. Var. Düzdür. Yəni o bir şirkətlər onu da verir. Vermir. Düzdür. Bilirsiniz, baxın bir şey deyim. Ersağın üstünlüyü çoxdur həqiqətən də. Birinci nəqdi pul söhbəti var burada. Konkret kartıva vurulur, nəqdi pul verir. Sıcaq para. Bəli. İkinci burada bilirsiniz necədir? Məhsulları hədiyyəlidir. Həm də ucuz gəlib düşür. Kvalifikasiyanı alanda daha ucuz gəlib düşür. Promotionları var. Liderləri yaxşıdır. Yəni ki, konkret tərifləmək üçün demirəm, amma olan şey. Sistemi yaxşıdır, sistem yaxşıdır, sistem rahatdır. Bizə halallıqla qazanc var burada. Konkret halallığına verilir. Mən də oturub baxıram, araşdırıram. Bir dənə sizə nə qeyd edeyim? Yəni çox danışıb sizi yormaq istəmirəm. Danışın. Qoy bir dənə sizə bir şey də deyim. Bu qısa formada sizə ənənəvi biznesinə şəbəkənin fərqini göstərim. Bunu hamı bilməlidir də burada. Bu elə bir şeydir ki, burada silən yox idi. Bir dənə zəhmət oldu. Deməli, belə deyək də. Baxın, bir dükan açmaq üçün bizə çox pul lazımdır. Baxın, biz üçün ticarətlə məşğul olan adam üçün fərqi yoxdur o dükanda nə satılır. Bu ticarətçidir. Orada nə satsalar, o ticarətçisi gəlib o işi görəcək, satacaq. Məni kimi də. Yəni, mən dünyada o şey qalmayıb ki, satmayayım. İnsanlar klassik ənənəvi ticarətlə, network ticarətlə fərqini bilsələr, hamı network. Bilirsiniz niyə görə? Baxın, acizə bir şey deyim. Mən 98-ci ildə networkla tanış oldum. O vaxta qədər ənənəvi ticarətlə məşğul olurdum. Hər şey satırdım. Ağlınıza girməyən şeylər var ki, mən hər şey satmışam həyatda da. Yəni, alış-verişini eləmişəm, ticarətçi olmuşam. Da oranın məktəbində qutarmışam da, hər uşaqlığımdan ticarətlə məşğul olmuşam. Haranı seviyorsun? De bakalım, ha. Ne bura? Bilirəm. Bu tamaşaçıların xahişi iləndir. Deməli, ənənəvi ticarət necədir? İstehsalçıdır, belə deyək. Burada İspruska da yazmadı. Hə, belə deyək. Belə deyək, bu istehsalçıdır.
Tutaq ki, hansısa bir iş adamı, hansısa bir bizneslə məşğul olan adam, tutaq ki, bu istehsalçı xarici dövlətdə yerləşir. Bu bir biznesmen adamdır, belə deyək. Gedir müqavilə bağlayır istehsalçı ilə, orada olan malları gətirir Azərbaycana, verir onu topdan satışlara, belə deyək. Yazmadı. Bunu da yazın. Ay, öyle yazmır, yazmır. Biraz məndə. Baxın, insanlara şəbəkəli bizneslə, ənənəvi biznesi bilirəm də, sən da network belə deyək. Baxın, istehsalçıdır, hansısa bir iş adamıdır. Gedir istehsalçı ilə müqavilə bağlayır. Orada olan məhsulları gətirir topdan satışdan. Topdan satışdan da mağazalar və yaxud da marketlər və yaxud da alversilər alır. Onu satır bizim kimi alıcılara. Budur da ticarətdə, düzdürmü? Hamı bu cür işləyir. Qapıdan çölə çıxdınız, nə satılır, bu yolla satılır. Deməli, bu istehsalçıdan bu məhsul gəlib alıcıya çatana qədər bir neçə əldən keçir və həmin məhsulun qiyməti 100 və yaxud da 200% qalxır. Acı misal çəkək, telefon, hamımız işlədir, düzdür. O telefon istehsalçı da bilirsiniz neçədir. Ayrıca iPhone-da cəmaət 5000 manata alır da, düzdür. Onun qiyməti çox olsa $200 yuxarı döyür. Hansı ki 500 manata, 5000 manata alırlar burada. Çünki niyə? Tamojni keçir, o keçir, bu keçir, bu keçir. Hamı pullarını qoyur, gəlib alıcıya satana qədər o 200% qalxmır, 1000% qalxır onun qiyməti. Düzdür? Bu ənənəvi bir ticarətdir. Demək olar ki, 20-ci əsrə qədər bütün dünya bu ticarətlə məşğuldur. İndi də bununla məşğuldur. Ancaq şəbəkəli ticarət necədir? İstehsalçıdır və alıcıdır. Birbaşa müqavilə bağlayır istehsalçı ilə, özünə lazım olan şeyi zakaz eləyir, belə deyə də, sifariş eləyir istehsalçıdan. İstehsalçı isə həmin məhsulu birbaşa bunun ünvanına göndərir. Heç yerə getmir. Evində oturaraq gəlir qapısında zəng gəlir ki, məhsulun gəlib gəl götür, kargo var birisində yəni. Və İstehsalçıdan birbaşa istehlakçıya. hə, istehsalçıdan birbaşa istehlakçıya. Və tutaq ki, məsəl üçün mən bir telefon almışam buradan istehsalçıdan. Mən 2008-ci ildə bundan tanış olanda çox mənə belə qeyri-adi bir şey gəldi. Çünki onlayn idi. O vaxta qədər bilirdim bu şəbəkəni. Ancaq onlayn alanda tam fərqli bir şeydi. Onda belə kargozada o qədər şey yox idi, poçtla göndərirdilər. Poçtla. Mən də onu necə aldım? Bir dublonka aldım qızım üçün. Deməli, Sumqayıtda onun qiyməti $350 idi. O gəldi mənə düşdü $49. Təsəvvür etsin nə qədər ucuz. Eyni şey. Birbaşa istehsalçıdan sifariş etdim. 5 manatda poçta pul ödədim ona görə. Baxın, aldı alıcı. Kiməsə bu məlumatı verdi. O da istehsalçıdan alır. Və istehsalçı bunun ünvanına göndərir. Buna da pul ödəyir. Və ucuz aldığı üçün hər kəsə deyir ki, falan yerdə bəli, daha ucuzdur, bəli, daha sərfəlidir. bəli, daha ucuzdur, daha sərfəlidir. Hamıya da dəvət edirsən, belə şəbəkə yaranır. Bəli, bu alır məsəl üçün 25% ucuzla, bu da alır 25% ucuzla. Eyni qiyməti alırlar, skitka ilə alırlar. Bu gedib həmin şeyi baha qiymətə alacaqdır da, hazır ucuz burada. Və bunda maraq uyanır. Məlumat verdi, pul aldı və başlayır bu məlumatı insanlara verməyə. Həm də onsuz da bu sistemlərdə məhsullar analog olmur da. Yəni elə belə məhsul dünya bazarına çıxır, boş-boşuna məhsulla çıxmayacaq ki. Və bunlar hamısı istehsalçıdan alırlar. Və bunun maraqlı yeri başqadır bunun. Bu sistemin maraqlı yeri tam başqadır. Və bunlar sizin tanışlar idi, getdi istehsalçıdan aldı. Bu isə tanışı tutaq ki, Moskvada yaşayır. O məlumatı verir. Bu Moskvadan müqavilə bağlı istehsalçı Moskvadan malı göndərir onun ünvanına. Və bu da pul alır, bu da pul alır. Siz heç bunu tanımırsınız. Daha ki bu adam gedib öz dostuna desə, Fransada desə, bu Fransada fransız gedib bunu alsa, Moskvadakı da pul alır, bu da pul alır, siz də pul alırsınız. Və belə hamıya pul gedir də, hansı biznes yaxşıdır? Əlbəttə bu yaxşıdır, düzdür? Biri var ki, gedib bu işi görəsən, biri var ki, məlumatı versən, mağaza açmırsan. Baxın, acizə bir şey deyək də, biz bu produksiyanı satmaq üçün bir mağaza açsaydıq, gedib arenda verəcəyik və qazancımızın
belə deyək, 70%-ni kimsə yeyəcəkdi, 30%-i bizə qalacaqdı. Çünki salam stansiyası var, olsu var, işığı var, naloqu var, olsu var, busu var. O qədər də mən dükanlar işlətmişəm, bilirəm də adam başı çox ağrıyır. Gündə biri gəlib yoxlanışa. İkincisi, hər məhsulun lisenziyasını almalıydınız, onu eləmə. Hazır şirkət qurulub da sizsiniz. Sadəcə olaraq şirkətin istehsal etdiyi məhsullar bunlardır. Yəni kompaniya istehsal etdiyi məhsullar bunlardır və onsuz da hər ticarətlə məşğul olan adam onun belə deyək, işlədiyi məhsullar haqqında müəyyən informasiyası olmalıdır da. Bilməlidir ki, hansı məhsulları satışa çıxardacaqlar, hansı məhsullarla məşğul olur. Və bu şəbəkəli ticarət artıq deyim ki, işte dünya keçib buna. Yaponiyanın 90% artıq bu sistem üzrə işləyir. Amerikanın demək olar ki 70-80%, Indoneziyanın, Malaziyanın, məsələn Avropanın neçə faizi, Qazaxıstanın artıq 40% bu sistem üzrə işləyir. Azərbaycanın da belə deyil. Siz sadəcə bir cümlə deyin ki, Ersafda, məsələn Özbəkistan, yaxud Almaniya, Ukrayna müdürlərimiz var. Ayda bir ev alacaq qədər qazancları olur. Qazanc var. Ersafda. Yox, mən təkcə Ersafdan danışmıram. Əfsus xanım, mən networkdan danışıram. Yox, network sistemini demək istəyirəm ki, network necə işləyir. İndi orada kompaniya seçimi hər kəsin özünə aiddir da, məsəl üçün adi bir şeydir, Mercedes də belə satılır. Bu günləri mən gedib Almaniyada bir Mercedes oradan alsam, mənə bir kod verilir. Gəlib Azərbaycanda hansı tanışıma versəm o kodu, gedib həmin kodla Mercedes alanda zavodun onu mənə verdiyi qiymətdən də ucuz verəcəklər ona. Plus mənə də oturduğum yerdə pul gələcək. Bu günləri sistem bu cürünə qurulub deyə artıq bu cürünə işləyir. Bütün dünya belə işləməyə başlayacaq. Çünki artıq insanlar bu işdən bezib. Bu ticarət bezdirib insanları. Çünki insanların zəhməti ilə qazancı düz gəlmir burada. Düz gəlmir, istədiyin istəmədiyin düz gəlir. Əsəb gətirir bu sistem adama, gətirir. Stres gətirir. Bankrot ehtimalı var, düzdür var. Burada sonra belə deyim sizə, birbaşa belə deyək də, devalvasiyadan asılıdır bu. Qalxdı, məhsulun qiymətini qaldıracaqsan, almayacaqlar. Düşdü, məhsulun qiymətini sala bilməyəcəksən, belə problem yaradan bir sistemə çevrilir bu arada. Xüsusilə burada bir məhdudlamaq istəyirəm, yəni bu diqqətlərinə çatdıram ki, baxın, yaxın zamanlarda bütün dünyanın şahid olduğu karantin dönəmində, yəni klassik ənənəvi ticarət necə iflas uğradı. Nə qədər insanlar zərərə düşdülər, düzdürmü? Amma o zaman elə artıq bizim onlayn ticarət, network ticarəti daha da böyük... Mən deyim, Əfruz xanım, mən yaxşı qazanmışam o vaxt. Yəni ümumiyyətlə, yəni bu yaxın keçmişdə olduğu üçün hər kəsin şahid olduğu bir dönəmdir. Yəni bütün bunları nəzərə alaraqdan və biz özümüz də karantin vaxtı başladıq, korona dönəmində başladıq. Yəni evdə oturaraq bir telefonla qazanc əldə etmək mümkündürsə, sadəcə öz sevdiklərinə bu qazancın yolunu göstərərək öz işini qura bilirsən və istədiyin qədər də qazanc əldə edə bilirsən. Çox sağ olun Rafiq müəllim, həqiqətən çox gözəl məlumatlar. Sağ olun, çox sağ olun. Baxın, bir şey də deyim, yəni sonda bir şey də deyim. Baxın, hər kəsənin özünün düzgün seçim etməsi var. Özünüz seçim edin. Mən heç kimə deyən bilmərəm ki, bunu ilə məşğul olun, bunu ilə məşğul olun, nə ilə məşğul olun. Biz yolumuzu seçdik. Mən seçmişəm yolumu. Artıq bura, məsəl üçün, 3 aya yaxındır burada işləyirəm, hər ayda pul alıram buradan, yəni biləsiniz. Heç mən indiyəcən, bu 3 ayın ərzində, mən bir dənə buradan heç kimə heç də satmamışam. Mən sadəcə informasiya vermişəm. Artıq, belə deyim, biri vardı ki, ilk dəfə müqavilə bağlayıram, mənə bir internet mağaza verilir axı orada, düzdür? Yəni onlayn müqavilə bağlayanda mənim internet artıq məndə mağazalar şəbəkəsi yaranır. Tək mənim mağazam yox deyə, mağazalar şəbəkəm var bir şey. Bu yavaş-yavaş böyüyəcək və mağazalar şəbəkəm də nə qədər inkişaf edəcək, mənim qazancım da o qədər çox olacaq. Beləsinə, yəni oturun, özünüzdə fikirləşin. Mən sizə sadəcə olaraq bu fərqi göstərdim ki, seçimi özünüz edəsiniz. Hər kəsə uğurlar arzulayıram, özümə də uğurlar arzulayıram. Yəni Allah sizə iki şey var burada. Ersaqda iki şey veriləcəksə, bir can sağlıq veriləcək, bir də pul veriləcəksə. Yəni bu iki şey də konkret bizə vacib olan şeydir.
Bəli, burada mənəvi o hiss də olar, düzdür, mənəvi, bəli. Mənəvi qazanc da var. Allah hamımıza kömək olsun, yar və yardımcımız olsun. Canımız sağ olsun, cibimizdə dolu olsun. Sağ olun. Buyur. Sən onları söyləməkdə buyurun. İndi Rafiq bəy çox gözəl izahat verdi. Əminəm ki, sizdə yaranan bir çox sualların cavabını tapmış oldunuz. Hər şey sıfırdan başlanmalıdır. Necə ki, illərlə oxuyub hansısa bir ixtisasa sahib olmaq üçün ta uşaqlıqdan oxuyaraq o zəhməti çəkirik. Eyni ilə də burada da əgər qazanc varsa, mütləq çalışmaq var. Ona görə də əzizlərim, yəqin ki, Rafiq bəyin təqdimatı sizə çox faydalı olacaq. Əminəm ki, qeydlər aparanlarınız da oldu. Qeyd vacibdir. İndi mən sizə göstərmək istəyirəm ki, yaxşı, bir halda ki, qazanc var. Bir halda ki, burada şəbəkə yaranmalıdır. Bəs o zaman biz necə təqdimat etməliyik ki, qarşı tərəf bizə güvənərək və şirkətimizə güvənərək yanımızda olsun. Bax, bu çox önəmlidir. Yəni ki, özünüz də gördünüz, Rafiq bəy çox gözəl izah elədi. Siyahı tutmaq lazımdır, nüfuz dairəsindən başlamaq lazımdır. Bunlar hamısı öz qaydasında. Amma ən doğmanız, ən yaxınınız belə sizdən məlumat gözləyir. Mən necə bir işlə məşğul olmalıyam? Necə əmək qoyub qazanmalıyam? Düzdürmü? İlk öncə sonradan gələnlərimiz də oldu. Mən istəyirəm bir daha vurğulayım ki, həqiqətən biz şanslıyıq ki, bugün Ersaqçıyıq. Şanslıyıq ki, Ersağı tanımışıq və bütün dünyada tanınmış, artıq Avropa ölkələrinin belə ən etibarlı şirkət medalyaları verdiyi bir şirkətin təmsilçiləriyik və bu şirkəti də hər kəsə fəxrlə, qürurla tanıtmalıyıq. Çünki əgər Allah bizə bu şansı veribsə, bizə bu yol açılıbsa, inanın ki, bizim dayanmağa haqqımız yoxdur. Həqiqətən dayanmağa haqqımız yoxdur. Yəni, bunu işimiz xatirinə demirəm. Bax, tam səmimiyyətimə inanasınız ki, Allah şahidimdir. Mən istəyirəm ki, bir halda ki, buradan sağlığımı qazandım, işimi qazandım, özümü, həyatdakı yerimi, üstəlik də yüzlərcə insana kömək etmək imkanı qazandım. Yəni, bu, bilirsiniz, elə bir möhtəşəm vəhdətdir ki, düşünün ki, mən hər saniyə Ersaqçı olduğum üçün Allahıma şükür edirəm. Və hər birinizin də özünüzü ilə fəxr etməyinizi arzu edirəm. Bu arada istəyirəm özünüzü bir alqışlayasınız, çünki sizlər də bir Ersaqçısınız. Və bugün sizin burada olma məqsədiniz, yəni bu dəqiqədən sonra Ersaq haqqında daha ətraflı məlumatlar alaraq həyatımızı necə dəyişə bilərik? Biz də ən çox qazananlar kimi necə gözəl evlər alaraq, yaxşı maşınlar alaraq, övladlarımız üçün daha gözəl həyat hazırlaya bilərik. Bir halda ki, burada imkanlar var. İmkan varsa biz niyə qazanmayaq? Niyə qazanmayaq? Yəni, eyni şirkətdir, eyni məhsullardır. Baxın, bir çox ölkələr var ki, bizdən də sonra başladılar. Amma bugün onların o qədər gözəl qazancları var ki, onlara baxanda bizdə də bir istək yaranır. Demək, biz də bunu bacararıq. Amma gəlin baxaq, o bacarmağın yolu hardan keçir? Nizamlı, təlimatlara uyğun çalışmaqdan. Əgər ki, biz işimizi düzgün edəriksə və davamlı çalışarıq. Bax, bu çox önəmlidir. Siz müəllimsiz. Ay başı maaş almalısınız, düzdürmü? Amma necə alırsınız o maaşı? Hər gün işinizdə olmalısınız. Əgər siz işə getməsəz, o maaşı ala bilərsinizmi? Təbii ki, yox. Və siz bir ersaqçı olaraq qazanc gözləyirsinizsə, bu işin də qaydaları budur ki, öz komandanızı yaratmalısınız. O komandanın olan sifarişlərindən sizə maaş yazılacaq. Siz əgər bunu bilirsinizsə, təbii ki, daha böyük, daha çalışqan, daha sağlam komanda qurmaq istəyəcəksiniz. Və network'un bir qızıl qanunu var. Ən çox qazananlar özünə ən güclü liderlər yetişdirənlərdir.
Və təbii ki, bu bizim 8 təməl daşımızın axırıncı bəndində də qeyd olmuşdu. Duplikasiya, öyrənib öyrətmək. Mən öyrəndiklərimi mənə güvənib gələn, mənə etimad edən insanlara o qədər gözəl ötürüb öyrətməliyəm ki, o da öz növbəsində arxasınca gələnlərə qazancın yolunu öyrədə bilsin. Amma çox maraqlıdır ki, bizdə sadəcə qazanc deyil də, yəni maddi qazanc deyil də, burada həm sağlıq, həm qazanc ikisi bir arada möhtəşəm bir vəhdət var və bu bizim işimizi asanlaşdırır. Yəni dünyada elə bir insan tapılarmı ki, ya sağlığa ya qazanca etiraz etsin? Olarmı elə bir insan? Təbii ki, olmaz. Yetər ki, biz qarşımızdakı insanı tanıyaraq, doğma övladımız olsa belə, onun yəni bu işə münasibətini bilərəkdən ona uyğun şəkildə danışmalıyıq. Təqdimatımız onun tam başa düşəcəyi şəkildə ona lazım olanı verərək olmalıdır. Baxın, Rafiq müəllim orada izah etdi. Bizim dəvətimiz insanların diqqətini çəkərək maraq yaradır və o maraqdan sonra o liderlə görüşüb ona təqdimat olunmasını istəyəcək. Artıq maraq yaranıb, düzdürmü? Ona maraqlıdır. Mən necə bir işlə məşğul olmalıyam ki, ən yüksək qazanca çata bilim. Və biz bu zaman nə edirik? Ona birinci özümüzə güvən yaratmaqla yanaşı, şirkətimizə və şirkətimizin istehsal etdiyi məhsullara güvən yaratmalıyıq. Bu da nə olacaq? Doğru, düzgün tanıtım. Və əvvəlcə biz özümüz öyrənməliyik ki, qarşımızdakına da ötürə bilək. Deməli, ardıcıllığa diqqət etmək vacibdir, mütləqdir bu. Diqqət edirsiniz. Ümumiyyətlə, necə ki, orta məktəbdə əlifbadan başlayaraq biz ən çətin fənləri trigonometriyadan belə öyrəndik, düzdürmü? Biz riyaziyyatda rəqəmləri öyrənməsəydik, o cür çətin üsulları öyrənə bilərdikmi? Eyni ilə də, baxın, birinci, biz əgər şirkətimizin öyrənilməsinə başlayırıq da, ilk növbədə şirkətin özünü tanımalıyıq. Deməli, 2006-cı ildə Ersaq şirkəti kimdir? Baxın, özünüz də lövhədə oxuyacaqsınız. Yəni, bizim slaytlardan təqdim etməyimizdə əsas məqsəd budur ki, yəni göz yaddaşı bir başqa, eşitmə yaddaşı bir başqa. Bəzi insanlarda göz yaddaşı o mövzunun daha yaxşı mənimsənməsinə kömək eləyir. Və burada deməli, diqqət edin, Türkiyədə Dənizli Ticarət Odasından rəsmən qeydiyyatdan keçərək 100% yerli bir firmadır və xüsusilə vurğulamaq lazımdır. Türkiyədə ilk dəfə fosfatsız yuyucular istehsal edən bir şirkətdir və ürünlərin hamısı tamamı ayrıca çalışmasından keçərək istehsal olunur. Əvvəlcə bu iki bəndi izah edəcəm ki, sizə tam aydın olsun. Bu arada kimlərin sualları yaranacaqsa özünüz üçün qeyd edin, mövzunun axırında verərsiniz. Bildiyiniz kimi günümüzdə sağlıq hər kəsin ən böyük problemi olub, düzdürmü? Baxın, Türkiyədə ilk dəfə fosfatsız yuyucular istehsal edən şirkət və dünya üzrə 4-cü bir şirkətdir. Məhsullarımız tamamilə bitkilərdən hazırlanır və tərkibində insan orqanizminə zərər verən heç bir kimyasal qatqı yoxdur. Bunu da baxın ayrıca çalışmaları ilə göstərin. Araşdırma geliştirmə. Araşdırma və inkişaf elətdirmə. Sonra baxın, bu bir türk dilində yazılıbdır. Mən özüm onsuz da Azərbaycan dilində izah eləyəcəyəm. Məhsullarımızın tamamı, yəni siz bunları zaten biz sizə ilkin olaraq qısa məlumat verəsirik. Onsuz da siz internetdən daxil olaraq saytımızın linki ilə daxil olaraq şirkətimiz haqqında daha ətraflı məlumat alacaqsınız. Yəni düşünün ki, siz o analiz raporlarımız, sertifikalarımız, sənədlərimiz haqqında əlbəttə ki, daha ətraflı öyrənmək istəyəcəksiniz. Amma buradan bildirməliyəm, bütün məhsullarımızın analiz raporları var. Yəni bu hər şirkətin edə bilməyəcəyi bir şeydir. Bizim şirkət təməli möhkəm olan,
kökləri yerə möhkəm bağlanmış bir şirkətdir. Artıq dünyada tanınması, milyonlarla üzvünün olması bunun sübutudur. Və Avropa ölkələri kimi nəhəng ölkələr tərəfindən etibarlılıq, yəni medalyası almaq bizim şirkətin tam güvənilən bir şirkət olmasının sübutudur. Siz bunları mən niyə xüsusi vurğu ilə deyirəm? Çünki siz bir işə başladığınızda araşdıraraq ora bir əmək qoyacaqsınız, düzdürmü? Araşdıraraq buna əmin olaraq başlamalısınız ki, inamla çalışıb qazana biləsiniz. Və məhsullarımızın fosfat analizindən əlavə tərkibində məsələn paraben yoxdur, donuz geni yoxdur, lapsa yoxdur, diş pastamızda fluor yoxdur. Yəni bu məhsullarında hamısını, bu maddələrində hamısının analiz raporlarımız var. Sonra bayaq Rafiq müəllim də onu qeyd etdi. Şirkət istehsalçı bir şirkətdir. Məhsulların boş qablarından tutmuş ta xam malına qədər, bitmiş halına qədər tamamını özü istehsal edir, öz fabriklərində. Deməli, və istehsal etdiyi məhsullarda network marketing sistemi ilə satışını həyata keçirir. Bu da o deməkdir ki, yüzlərcə, minlərcə insanlara iş imkanı verməkdir. Həm insanlara bu cür sağlıqlı məhsullar təqdim etmək, həm də eyni zamanda insanlara iş imkanı vermək, bu həqiqətən hər, belə deyərdim ki, çox böyük bir avantajdır. Və məhsullarımızın, bunu dedim, öbürsünü gətirsən, şey eləyim. Və baxın, diqqət eləyin. Artıq bütün dünya ölkələrində tanınmış bir şirkət və buralarda qeyd olunmuşdur. Bir çox ölkələrdə artıq bizim bürolarımız açılıbdır və sürətlə də yeni bürolarımız açılmağa davam edir. Və həqiqətən çox qürur verici bir haldır ki, artıq 170 ölkədə tanınır şirkətimiz. Hə. Çünki bu slayddan sonra bir çox ölkələrdə yeni bürolarımız açılıbdır. Hətta hər ay deyərdim ki, bizim yeni bir büromuz açılmaqda davam eləyir. Maşallah, müdürlərimiz dayanmadan çoxalır. Artıq yeni bir müdürümüz də çıxır aramızdadır. Biz istəyirik ki, siz bunları tanımaqla yanaşı, siz də istəyəcəksiniz ki, qısa bir müddətdə burada öz işinizi quraraq, öz işinizin sahibi olub, azad sahibkar kimi, yəni bir ilə burada müdür çıxaraq öz işinizi qura bilərsiniz. Və şirkətimiz yəni sadəcə məhsulları ilə deyil, eyni zamanda baxın, Yardımlaşma Dərnəyi ilə, digər projeləri ilə də inkişaf etməkdədir. Hətta özünüz yəqin ki, diqqət edib baxırsınız, yetim və burada yazılıbdır, yetim və öksüz uşaqlara eğitim dərnəyi. Və bu məqamda xüsusilə qeyd edəcəm, şirkətimiz dünyada ən humanist, yəni insanlığa dəyər verən, ən humanist, ən halal, ədalətli bir şirkətdir. Və bizim başqanımız fəxrlə qeyd etmək lazımdır ki, Bəkir Sarıbəy cənabları o qədər cəsarətli və humanist bir insandır ki, bugün gələcək nəsillərimizin yaşaya biləcəyi təmiz bir dünyanı qorumaq məqsədi ilə bu şirkəti yaratdı. Və baxın, bizim şirkətimizin məqsədi, missiyası nədir? Yəni, dünyanı, insanlığı kimyasaldan qurtarmaq. Yəni, bizi xəstəliklərə salan, xəstəlik yaradan kimyasallardan qurtarmaq. Və təbii ki, məqsədini bütün, deməli, sözdə deyil, özdə konuşan. Yəni, bu dediklərimizin hamısının sübutu var. Hamısının. Yəni, məhsullarımızın necə ki, sənədlərlə sübutları var, eyni zamanda, yəni, bugünkü fəaliyyəti artıq bunun bariz sübutudur. Baxın, burada sənədlərimiz haqqında göstərilir. Yəni, dünyada deməli, ISO bəlgələri almış, dar bəlgəsi almış. Bu bizim ISO bəlgələrimizdir. Baxın, diqqət eləyin. Burada müştəri məmnuniyyətidir,
təbiətin mühafizəçisidir. Yəni bunlar haqqında İSO bəlgəsi, yəni dünya təşkilatları tərəfindən verilir. Orada elə bir ki, bu istehsalçı şirkətlərə verilir ki, onun məhsulu, yəni müştəri məmnuniyyəti qazanmalıdır. Onlar haqqında əlavə seminarlarımız olacaq. Yəni mən o mövzulara girsəm çox uzun olacaq. Burada sadəcə biz qısa-qısa çünki sadəcə İSO bəlgəsi deyil ha bizdə. Yəni eyni zamanda baxın dar bəlgəsi özü əlbəttə ki, sonra bir də mən xüsusilə vurğulamaq istəyirəm, CMP bəlgəmiz də var bizim. Gəldimi o? CMP bəlgəsi. Yoxdurmu? Amma olmasa da mən onu xüsusilə vurğulayacağam. CMP bəlgəsini hər şirkət ala bilmir. Məsələn, onlar özü də müəyyən müddətlərdə yenilənir. Yəni o CMP bəlgəsi istehsalçı şirkətlərə ona görə verilir ki, yəni o istehsal olunmuş məhsulun tam təmizliyinə, gigiyenik qaydalara riayət olunaraq sizə elə bir ki, tam keyfiyyətli məhsul təqdim edirik. Bax, GMP sənədləri onu sübut edir. Ona görə verilir. Yəni bir o istehsal olunan yer ki var, fabriklərimiz. Onun necə deyirlər, polundan tutmuş tavanına qədər hamısının, yəni o işçiləri, hamısının gigiyenik qaydalara əməl olunmasına sübut göstərir. Türkiyədə o 2019-cu ildən bütün istehsal olunan mühəndislər GMP bəlgəsi zorunlu oldu. Amma ki, ERSA 2006-cı ildən fəaliyyət başladığı vaxtdan. Gündən GMP normalarına uyğun istehsal edir məhsulların. Hətta sadəcə təmizlik higiyena getirir. Məhsulların istehsal olunduğu yerdəki hava şəraitinə qədər. Çöldən şişirlər. yəni bütün qaydalara tam əməl olunmalıdır. Şişirləsinə qədər, yəni GMP normasının sadəcə bu higiyenik qaydalar getmir. Üstün dərəcədə istehsal qaydaları. Düzdür. Hətta bax bugünkü gündə bir çox şirkətlərin fəaliyyəti niyə dayanır? Məsələn, günümüzdə onlardan tələb olunan sənədləri qaydasında olmadığı üçün ala bilmirlər deyə onların fəaliyyəti dayanır. Bu çox önəmli bir mövzudur ha. Siz deyək ki, müəyyən bir əmək qoyursunuz, hansısa şirkətdə bir iş qurursunuz. Amma gəlir elə bir zaman çatır ki, məsələn, ölkələrin onlardan tələb etdikləri sənədi şirkət verə bilmir. Çünki onun əlində bu sənəd yoxdur, yaxud ala bilmir. O zaman nə olur? O şirkətin fəaliyyəti dayanmış olur. Amma baxın, bu çox vacibdir. Yəni siz güvənərək arxayın olacaqsınız ki, bu şirkət hər bir sənədi qaydasında olan bütün necə deyirlər, rəsmi fəaliyyət göstərən bir şirkətdir. Belə. Çalışıram elə qısa kəlmələr tapım ki, fikrimi tez yekunlaşdırım. Bunlar haqqında siz onsuz da ətraflı məlumat alacaqsınız. Biz çalışırıq qısa məlumatlar verək. Və gələk Rita bitkisi haqqında. Baxın, bizim Rita haqqında da sənədlərimiz var. Rita nəymiş? Bizim patentli markamız. Patentli bilirsiniz da, yəni onu sadəcə bizim şirkətə məxsusdur. Heç bir şirkət. İndi onu da qeyd edeyim, bizim şirkətimiz artıq xam mal satışında edir. Və bizim məhsullarımızı qeyd elədik ki, bitki tərkiblidir, heç bir kimyasal qatqısı yoxdur. Bu da nə olur? Deməli, hamıda bir sual yaranır. Madam ki, məhsulunuzda kimyasal qatqı yoxdur, o zaman sizin təmizlik vasitəniz necə təmizləyə bilir? Düzdürmü? Biz onlara, məsələn, Rita bitkimizi göstərməliyik. Bunun haqqında bizə lazımı məlumatımız olmalıdır ki, Rita deməli, sabun ağacının meyvələri. Baxın, meyvələr burada, şəklinə baxın. Deməli, Allahın qüdrəti ilə yaradılmış sabun ağacıdır. Himalay dağları ətəklərində bitir, Qanga çayı sahillərində. Alimlərə çox maraqlı gəlib ki, necə olur ki, Hindistan əhalisi yaşam səviyyəsi aşağı olduğu halda bu qədər xəstəliklərə dözə bilirlər. Məlum olub ki, bəs bu meyvələr, toxumları o çay, Qanga çayının sularına tökülərək onlarda o çayın suyunu dezinfeksiya edir. Yəni antiseptik bir maddədir. Və onu da deyim ki, Səhiyyədən sertifikası var bunun. Məsələn, bizim hamam təmizləyən bir vasitəmiz belə tamamilə Ritadan hazırlanır. Bunlar haqqında da indi lazım olarsa ətraflı məlumat verərik. Bunun özü belə baxın, bir təmizlik vasitəsidir. Görürsünüz? Amma aptekdə satılma səlahiyyəti var, antiseptik olaraq. Hətta xəstəliklərin müalicəsində biz çox
çox uğurlu nəticələrimiz var. Bəli, bəli. Açıq yaraları belə biz ondan sağalda bilirik. Və sağlıqlı yaşam dedikdə biz nəyi nəzərdə tuturuq? Kimyasallar necə nədir? Hə. Hə. Sağlıqlı yaşam dedikdə günümüzdə amma mən hər zaman birinci kimyasaldan danışaraq davam edirəm. Çünki insanlar birinci zərəri görərək faydanı axtarışında olurlar. Günümüzdə sağlıqlı yaşam dedikdə bəzən insanlar onu məsələn xəstəliklərin müalicəsində bilirlər. Bəzən yaxud qida ləvəsi dedikdə belə daxilə qəbul olan məhsullarla sağlıqlı yaşamı nəzərdə tuturlar. Amma bilirsiniz, sağlıqlı yaşam elə birinci sağlıqlı təmizlikdən başlayır. Sağlıqlı təmizlikdən. Əgər ki, mən kimyasallarla təmasda olaraq öz həyatımı zəhərləyərək özümü müəyyən xəstəliklərə salıramsa, ondan sonra da bütün həyatım əlbəttə ki, əziyyətlə keçəcək. Diqqət edin onlara. İndi baxın. Əvvəldən yəqin ki, aramızda yaşlı nəslimiz var. Bilirlər ki, biz özümüz də rayon adamlarıyıq. Məsələn, əvvəlcədən necə olurdu təmizliyimiz? Hətta qabları biz necə yuyurduq? Qabları belə külünə, torpaqla yuyulurdu. Hətta mənim yadıma gəlir, mən uşaqkən mis qabları biz çal pomidorla sürtüb təmizləyirdik. İnanın ki, biz Allahın qüdrəti ilə təbiətdə yaradılmış hər şey var, hər şey. İbn Sinanın vaxtından bəyəm kimyasal vardı. Hər şeydə çox gözəl, yəni sağlıqlı yaşam davam eləyirdi. İndi amma məsələ orasındadır ki, biz gəldik kimyasal. Baxın, gəldik elə bir dönəmə çatdıq ki, müəyyən müddət keçdikcə insanları artıq bu təmizliklər qane etmədi və kimyasalla tanış olmaq artıq onlarda daha çox təmizlik ehtiyacı yaratdı. Və bizim insanlar elə bilir ki, xlor nə qədər çoxdursa, təmizlik daha yaxşıdır. Daha çox təmizlik var, düzdürmü? Amma bir tərəfdən də fikirləşmirlər ki, mən o xlorla öz sağlığıma nə qədər ziyan vururam. Sadəcə bir misal deyəcəyim. Baxın, hamam otağında yüzlərcə zəhərlənib təcili yardıma çatdırılan insanlar var. Düzdürmü? Hələ məişət... Aha, əlbəttə ki, çünki əlbəttə onu... Hətta bilsiniz, bəzi insanların orqanizmi dözür kimyasallara. Amma həssas insanlar var ki, müəyyən xəstəlikləri olanlar, onlar kimyasallara heç dözə bilmir. Yaxud məişət zəhərlənmələri, yaxud elə iş yerlərində var ki, kimyasal... Əlbəttə, hə. İndi biz məsələn, onlar haqqında danışacağım, indi vaxt olsa istəmirəm çox uzun danışaq. Yaxud baxın, hər hansı bir məhsulların tərkibində getdikcə daha çox kimyasal artmağa başladı. Bu da nədən irəli gəlir? Bax, diqqət edin. O məhsulla kimyasal artdıqca o məhsulun qiyməti daha ucuza düşür. Ona görə də bir çox istehsalçılar o kimyasalı daha çox artırdılar. Amma indi baxın, bizim bu kimyasallara ehtiyacımız yoxdur əslində. Bir düşünün ki, bu kimyasalların əksəriyyəti baxın, neft törəmələrindən alınır. Neft törəməsindən. Hətta bizim bütün məsələn xanımların istifadə etdiyi evdə ən vacib ehtiyacımız olan, olmazsa olmazımız qab şampunu. Qab şampunu və onun tərkibində olan lapsa. Lapsa bilirsiniz nədir? Neft törəməsindən alınmış süni kimyasaldır ki, yağları daha yaxşı təmizləsin deyə, daha çox köpük versin deyə qab yuyucuların tərkibinə vurulur. Və indi özünüz düşünün ki, bir dəqiqə yekunlaşdırım. Düşünün ki, siz nə qədər onu təmiz yusaz da, laps o qabın üstündə bir sürüşkənlik var ha, yapışıb qalır. Deməli, biz bunu tam təmizləyə bilmirik. Və isti yemək, isti çay, o getdi daxilə, nə oldu? Orada tədricən yığılaraq, kanserogen hücrələri əlverişli mühit yaranan kimi tətikləyir və başlayır onkoloji xəstəliklər. Sonra da deyirlər, bu adam niyə xəstələndi? Əslində bu günümüzdə xəstəliklərin 70%-nin səbəbkarı kimyasaldır. Və bunu bilərək, sadəcə bizim şirkətimizin missiyası insanlığı
xəstəlik yaradan kimyasaldan qurtarmaq üçün yarandı bu şirkət. Adına diqqət edin, erkən sağlıq. Profilaktik olaraq sağlığımızı vaxtında qorumaq və bu kimyasallardan qurtulmaq. Elə bu belə yetərlidir. İnanın, bir dənə bu fikirlə belə bütün dünya ersağa gəlməlidir. Daha sağlam və daha gözəl həyat üçün. Baxın, çamaşır təmizliyi. Diqqət edin, paltarlarımız yuyulur kimyasal tərkibli yuyucularla, düzdürmü? Və o fosfat bir söz nədir? Gənə kimi bir şeydir. Paltarların üzərində yapışıb qalır. Və o da birbaşa dəriyə təmas edərək bir çox dəri xəstəlikləri yaradır və dəridən də eyni zamanda orqanizmə sorulur. İndi özünüz düşünün ki, fosfat nə qədər, burada oxuyun hələ, bir çoxlarında adı yazılıdır. Diqqət edin ki, biz bir ersaqçı olaraq sizi nələrdən qoruyuruq? Bir dəqiqə sevdiyim bir şeydir. Deməli, Sumqayıtda yaşayanlar bilirlər də. Çoxdan yaşayanlar, orada anadan olanlar bilirlər. Sumqayıtda superfosfat zavodu var. Ay sağ ol. Elə xlor oradan gətirib satır da cama. Deməli, Sumqayıt o vaxtı biz uşaq olanda, yəni bizdə pasoka deyiləyək və zavodda orada. Biz oranı keçən kimi gözümüz yaşarar. Bu qədər zəhərli maddə buraxırdılar ki, havaya gözümüz yaşarar. Və Sumqayıtda anadan olan o vaxt uşaqlar böyüdülər, müəyyən yetkinlik yaşlarına çatdı. Bir-biri ilə evlənəndə 14 gündən sonra buraxıb uşaqla gəldi. Əlbəttə. Hamısı o zavodun o zəhərliyindən əmələ gəldi. Əlbəttə. Bu gün də o zavod işləyir. Demək olar ki, baxın, göyərtilər də o zavodun buraxdığı gübrələrlə yetişir buraya. Bu günləri, bu təmizliyici məzunları demək olar ki, kan bağı oradan çıxır. O zavoddan çıxır. Biz sən necədir, insanlar sadəcə olaraq açığın deyirsə ki, mən də bu şirkətə gələnə qədər anlamırdım belə şeylər. İnanın ki, bax mən bu gün burada bir qəpik belə qazanmasam, sadəcə insanları bu kimyasaldan qurtarmaq özü belə ən müqəddəs missiyadır. Gec başlamışıq. Bir dənə davam edək. Gec başlamışıq. Bitirirəm. Bulaşıq təmizliyindən danışdım zaten. Baxın, fosfat, yəni suda canlıları belə məhv eləyir. Diqqət edin. Yəni biz paltarları yuduğumuz fosfatlar nə olur? Kanalizasiya ilə axıdılır sulara və bu da nəticəsi. Və bugün bizim çarəmiz var. Çarəmiz ersağı tanıyıb insanlara tanıtmaq. Mən də istəyərəm ki, sizlər də bir ersaqçı olmanın fəxrini, qürurunu yaşayasınız və əsl ersaqçı olaraq insanlığı qurtararaq və gələcək nəsillərimizin yaşayacağı bir dünyanı qoruyaq. Buyurun. İş imkanlarımızdan da Rafiq bəy danışdı. Düşünürəm ki, bir də deməli, bu bioloji aktiv qidə əlaqələri İnanıram ki, həkimlərin eləmədiyi bu yaxınlarda bir nəticəniz olmuş. Heç bir həkimimiz dünyada üzərdə bilməz. Deməli, xanımın 150 yaşı var, bu sümüklər yoxdur, 20'dir tamam. Deməli, bunların kofesi yoxdur, kampanyanın kofesi. Şirkətin kofesindən. Bu kofeni içə-içə, deməli, ay yarıma 17 kilo arıqladı. Hansı ki, operasiyaya getməli adamda plasmasdan qoyulmalıdır onun izləri. Və o qığırdaqlarda onda əmələ gəlməyə başladı. Bu yaxınlarda ay yarımda olan bir nəticədir. Əslində adamın inanmağı gəlmir sözün açığı da. Belə adamın möcüzə kimi gəlir də. Çünki ona iynə vurulmalıdır, operasiya olunmalıdır. Onun plasmasdan qoyulmalıdır da bu. Azə bu bioloji aktiv qidə əlavələri elə bir şey yaratdı ki, belə deyərdim ki, möcüzə kimi bir şey oldu. Azə mənim öz uşağımda da möcüzə kimi bir şey yaratdı bu. Artıq bilirsiniz necədir? Adam belə şeyləri gördükcə inamda artır da. Çünki gözünlə görməsən inanmazsan axı. Nə olsun çox adam çıxır, danışır, eləyir. Gərək fakt özündə görəsən bunu. Və bu nəticələri gördükcə artıq inamımız %100 olur burada. Və bu cür kampaniyanın məhsulları istehsal etdiyinə görə əslində biz bu şirkətə minnətdar olmalıyıq ki, bunu gətirib Azərbaycana çıxartdı.
Ki ona görə ki, artıq biz də başladıq bu kimyasal şeylərdən uzaqlaşmağa. Mən də bura gələndə heç anlamırdım, açığını deyim ki, bilirdim bioloji aktiv qida əlavələrini, belə qısaca danışıb. Ancaq bu kampaniyanın məhsullarını deyim sizə, bir dənə nəticə deyim sizə. Deməli, bir neçə dəfə danışmışam, amma bir də danışım. Deməli, mənim oğlumun mədəsində bir problem var idi. Bunu özümdən danışıram. Deməli, 5000 manata yaxın ona pul xərclənmişdi. Operasiya da olunmuşdu. Və bunun mədəsində o qədər şey olmuşdu ki, artıq o uşaq evə girəndə bizim günümüz qara olurdu. Hər gün gəlirdi ki, özümü asacam, özümü öldürəcəm. Başı getmişdi uşağının. Böyük adamdır. Bu uşaq 27 yaşı var. Başı gedir, anası ağlayır bütün gün ki, bəs sən mənim bir dənə uşağımıza niyə belə eləyirsən, niyə bizi bədbəxt eləyirsən? Axırda həkimləri gəzdi, elədi, dedi ki, yox, mən bu yaşayışla mən heç yerə çıxam, hara gedirəm, beləsində tutmuşam, qalmışam belə. Gəldim buna bir dənə deməli burada kurkumi, çörək otu, bir də multivitamin. 3 dənə produkt 150 manat pul elədi də. Qəbul elədi. Bugün səhər-səhər mənə belə eləyir. Deyir ki, artıq daha mənim mədə söhbətim bitibdir. Anasına deyir ki, bundan sonra növbə sənindir. Sənin də mədən ağrıyır. Get sən də bu məhsulları qəbul elə. Deyir, inandırıram səni. Mən sağalmışamsa, sən də sağalacaqsan. Bilirsiniz, belə nəticələri görəndə adam özündə görməlidir də. Bilirsiniz, özündə görməyəndə biraz o bu danışanda bilirsiniz, söhbət də eləyir. Məsələn, o danışır, deyir ki, məsələn, ola bilər ki, bizim belə deyək də belə şey kimi çıxmasın. Bizi bura cəlb eləmək üçün bu produktları tərifləyirlər. Yəni bu cür nə insanlar düşünür. Əslində isə bunu bilirsiniz, kərə yağının tərifə ehtiyacı yoxdur. Kərə yağının reklama ehtiyacı yoxdur. Baxın, bu produktlar konkret həqiqətən bizə lazımdır. Mən özüm də qəbul edirəm, ancaq mən xəstə kimi heç vaxt bunu qəbul eləmişəm. Açığını deyirəm sizə, mən bu produktlardan heç nə hiss eləməmişəm. Səmimi deyirəm. Yəni ki, mən xəstə deyirəm, mənim heç yerim ağrımır. Sadəcə bilirəm ki, o elə bir şeydir ki, bizim orqanizmimizdə çatışmayan vitaminlərdir, makro, mikro elementlərdir, hansı yeməkdən almalıyıq, yeməkdən ala bilmirik. Ona görə qəbul edirəm ki, heç xəstələnməyim, şükür Allah'a da bu günə kimi heç vaxt xəstələnməmişəm. Hə, əslində bilirsiniz, axı bu erkən sağlıqdır, daha sağlığımızı profilaktik qorumaq üçündür. Mən sizlərə təqdim etmək istəyirəm. Bizim Azərbaycanda ilk qaranquşlarımız olan müdirlərimiz var. Müsalə xanım Əhmədova, Bakı büro müdiri və Lalə xanım yazıcı bizim üst müdirlərimizdir. Onlar sayəsində Azərbaycan ersağı tanıyıbdır və biz bugünkü uğurlarımızı bunlara borcluyuq. Alqışlayaq. Xoş gəlmisiniz. Necəsiz? Mən də yaxşıyam. Necə görünürəm? Maşallah. Maşallah gününüz olsun. Mən Ersaq Azərbaycanda, buradan durun, belə. İlk müdirəm, birinci müdirəm. 3 uşaq anasıyam. Heç bir network keçmişim olmadan bu işlə məşğul olmağa. Evdən, ev xanımlığından gəldim. Sosial şəbəkə vasitəsilə bu bizneslə tanış oldum. Nə yaxşı ki, bu biznesi tanımışam. Nə yaxşı ki, bu şirkətimizi, Ersaq şirkətimizi tanımışam. Qürur duyuram. Birinci onu deyim, şirkətimizlə qürur duyuram. Çünki biz həqiqətən də kalitəli bir şirkət insanlara təqdim edirik. Yəni, nə ediyor, bəlirsiz, məhsulları, tərkibini bilmədiyimiz, adicə bir hansısa bir şirkətin soruşursan ki, təmizlik vasitənizin tərkibi nədir? Deyə bilmir. Demir. Çünki bilmir tərkibini. Amma biz rahatlıqla deyə bilirik ki, Hindistanda, Nepalda yetişən Rita bitkisi təmizlik vasitəmizin əsasını təşkil edir. Bütün məhsullarımız bitkisel məhsullardır. Yəni biz bunu rahatlıqla insana, cəmiyyətə, təbiətə, həm xanımlarımız üçün, həm bəylərimiz üçün faydalı olan bir şirkətlə biz çalışırıq. Bunu mən rahatlıqla insanlara tövsiyə eləyə bilirəm və qürur duyuram şirkətimlə. İnanın ki, qürur duyuram. Çünki mən özümü bilirəm ki, hansısa bir başqa şirkətdə çalışsaydım bu müvəqqəti olacaqdı. Çünki mən insanları aldada bilmərəm, yalan danışa bilmərəm. Amma mən burada rahatlıqla insanlara tövsiyə eləyə bilirəm. Ürək rahatlığı ilə hansısa bir məhsulu alıb buradan aparanda mən həmən insanı görüb utanmıram. Rahat o insanın yanında danışa bilirəm. Məhsulumun arxasında dura bilirəm. Çünki həqiqətən də məhsulumuz əvəzsizdir. Və burada elə bu məhsullara görə də əslində bizim sosial şəbəkələrdə reklamımız o qədər də güclü deyil.
Amma biz çalışırıq ki, bunu artıraq, bunu böyüdək. Bizi ən çox Azərbaycanda inkişaf elətdirən, qabağa aparan məhsulumuzun keyfiyyəti oldu. Çünki məhsul keyfiyyətli olduğuna görə istər-istəməz evlərə getdi və o ona dedi, bu buna dedi. Nəticələr almışıq, çox nəticələr aldıq və belə-belə bizim ekibimiz böyüdü. Şəbəkə aləmi artıq Azərbaycanda inkişaf etməyə başlayıb. Bundan öncə Rafiq bəy də qeyd elədi. Bundan öncələrdə network şirkətlər adı altında insanları alladan, o qədər düzgün üsullardan istifadə eləməyən, düzgün şəbəkə sistemi olmayan, insanları satışa yönləndirən və s. problemlər olduğuna görə insanlar da orada hər kəs yəni öz mövqeyində tam dura bilmir. O tam dura bilməməyin səbəbindən dolayı da insanlar bir-birlərinə yalan danışmağa başladılar. Belə-belə şəbəkə aləmində inamsızlıq yarandı. Amma artıq Azərbaycanda sosial şəbəkə dövrüdür. Dünyada, bütün dünyada sosial şəbəkə dövrüdür. İnkişaf eləməyə başlayır hər şey. İstər-istəməz artıq bilgi dövrüdür. Yəni heç nəyi gizlətmək mümkün deyil. Necədir, necə deyil, hansı şirkət yaxşıdır, hansı şirkət davam eləməyə dəyməz. Bunu artıq biz qavraya bilirik, dərk eləyə bilirik, müqayisə eləməyi bacarırıq. Və ona görə də artıq dövr elə dediyim kimi elə bir dövrə gəlib çıxmışıq ki, sosial şəbəkə vasitəsilə biz istər-istəməz inkişafa gedirik, istər-istəməz böyüməyə gedirik, bizi tanıyırlar və biz böyüyürük. İnkişaf və Azərbaycanda artıq şəbəkənin həqiqətən də gəlirli bir sistem olduğunu insanlar dərk eləməyə başlayıblar, qavramağa başlayıblar, anlamağa başlayıblar və şəbəkəyə insanların marağı yaranmağa başlayıb. Siz artıq bunu bilməyən insanlardan, bilən insanlar sizlərsiniz də, yəni bilməyənlərdən siz 1-0 belə deyək də irəlidə olmuş kimi düşünün özünüzü. Çünki bilməyənlər var, amma siz bilənlərsiniz, buradasınız. Və bu sizin avantajınızdır. Siz bundan inanın ki, istifadə eləsəniz, ciddi şəkildə Rafiq bəyin də qoyduğu o deməli sistemlə, bəli, sistemlə, qayda-qanunla, izah elədiyi qayda-qanunla, sizin sponsorunuzun sizə çizdiyi yolla getdiyiniz təqdirdə inanın ki, burada möhtəşəm, səbirli şəkildə öyrənmək şərtdir. Qabağa gedəcəksiniz. Yəni mümkün deyil. Yəni əgər konkret addımlarla siz hərəkət edirsinizsə, qabağa getməməyiniz mümkün deyil. İnanın ki, Ersağdan başqa burada əgər qabağa gedə bilməzsəz, burada inkişaf eləyə bilməzsəz, heç yerdə inkişaf eləyə bilməyəcəksiniz. Çünki Ersağ şirkəti həqiqətən çox buranın rahat, ədalətli qazanc sistemi var. Ona görə, məsələ ona görədir ki, biz bəli, bütün şirkətlərdən fərqli olaraq, ona görə də biz də elə məhz ona görə Ersağ şirkətində heç bir network keçmişi olmadığımız halda, məsələn mən heç bir network keçmişimiz olmadığı halda elə burada müdirlərimizin hamısı elədi. Əfruz müdirimiz də elədi, Lalə müdirimiz də elədi. Evdən gələn xanımlarıq. Şəbəkəçi olmadığımız halda biz burada böyük bir ordu yarada bilmişiksə, komanda yarada bilmişiksə, amma əslində daha böyük işlər də görə bilərdik. Bu da pis deyil. Gördüyümüz işlər də çox şükür pis deyil. Amma daha da yaxşısını görmək ümidi ilə çalışırıq. Sizlərin də birlikdə komanda şəklində bir yerdə bizlə gəlmənizi istəyirik. Belə. Məndən bu qədər. Mən istəyirəm ki, Lalə müdürümüz də bir danışsın. Mən 5 kəlmə, ondan sonra 5 kəlmə danışın, sonra da auditoriyanın bir kəlmə sualı olarsa, suallarınızı verəsiniz. Yox, biz sual verək, cavab versinlər. Hamısını eləyəcəyik. Bizə sual verəcəyik, cavab verəcəklər. Onlar da sual verəcək, biz cavablandıracağıq. Salamlayıram hər birinizi. Mən Günəşli Büro müdürü Lalə Yazıcı. 6 ildir Ersağ Azərbaycandadır. 6 ildən mən də Ersağdayam. Öncəliklə hamınızı müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Fakat bayram olacaq, amma Allah o ay münasibəti ilə oruclarınızı qəbul olsun inşallah. Müdür oldunuz, belədir. Siz də müdür olun, belə olacaqsınız. Mənim bayaqdan danlayırlar, telefonun səsi çox gəlir deyə, amma işte.
Evet, nədən danışmaq istəyirəm? Bu günləri sizə çox hamı doldurdu Ersaqla. Mən Ersaqdan çox danışmayacağam. Mən ondan danışacağam ki, həyatımıza gözəllikləri çəkən bir şey var ki, onu necə biz Ersağa bağlayacağıq. 3 təməl bizim həyatda təməl daşımız. Onun biri sağlamlıq, biri maddiyyat, bir digəri isə münasibətdir. Biz sağlamlığı Ersaqda qazanırıq, biz pulu Ersaqda qazanırıq. Sağlamlıq və pul yerində olanda münasibət də yerində olur. Hər şey yerində olur. Əhval-ruhiyyədə yerində olur. Nə edirik? Əslində xanımlar gələndə bir çoxları yaşlı, qırışlı, psixoloji durumları belə Vüsaya xanım necədir? Düzdür. Biz cəmiyyətin müxtəlif təbəqələrindən xanımlar, bəylər qəbul eləyirik. Yəni network şirkəti belədir. Yəni orada yoxdur sən təhsil nədir, dilin nədir, dinin nədir, cinsin nədir. Burada bu ayrımcılıqlar yoxdur. Amma bəli, gözəllik də ondadır. Amma ən önəmli şey nədir? Ən çox bunalmış ev xanımları daha çox gəlir. Onlar psixoloji sağlamlıqlarını itirirlər. Onlar maddi durumlarını itirirlər. Təəssüf ki, ailə qurandan sonra ana olmaq, o bu bir çoxlar karyerlərini itirirlər. Sadəcə xanımlara aid deyil, bəylərdə də biz bunları görürük. Ailə yükü çiyinlərinə yüklənir. Onlar subay vaxtı düşündükləri o həyat tərzini evlənəndən sonra yaşaya bilmirlər. Burada isə biz bu günləri danışdıq bol-bol Rafiq bəy, Əfruz müdürüm. Nədən çox danışdıq? Klassik ticarət, onlayn ticarət. Hər zaman Həzrəti Əli nə deyir? Devrinizə uyğun yaşayın. Bu devir xanımlar, network marketing devridir. Əsrin 3 qızıl peşəsindən biridir. Müəllimlik, psixoloji danışmanlıq və network marketing. Bu üç peşə bizi qabağa aparan, indiki nəsli, patoku irəli götürənlərdən biridir. Bunlardan ən asandır network marketingdə uğur qazanmaqdır. Çünki biz bir universitet oxumuruq, xüsusi təhsil görmürük, bizi yaraşığımıza görə, bizi əngəllərimizə görə, xəstəliklərimizə heç bir şey önə almadan, nəzərə almadan bu sistem biz çalışın sistemə daxil olun. Özünüzü orada bir yer eləyin. Orada bir toxum əkin. Gələcəkdə o sizin databazanız olacaq və çox yaxşı sizə kömək eləyəcək ki, irəli gedəsiniz bu həyatda. Bu çox önəmlidir. Danışsaq uzun saatlarla bilirəm ki, çox yorulmusunuz siz artıq eşitməkdən artıq qəbul eləmir beyin. Əgər varsa suallar alaq, yoxsa Əfruz müdürüm nə suallar vermək istəyir, versin. Sizə padarka verəcək deyəsə ona görə sual verməmiş, padarka yoxdur. Birinci cavab, sonra padarka. Belə. Mən burada qalıram, nə edirəm? Hara gedirəm? Əfruz xan verir suallar. Aha. Yanında dursun, bəs edə biləcək. Yanında dursun. Əslində, bayaqdan çox maraqla dinlədilər. Yəni, auditoriyada yəqin ki, bir maraqlı sual yaranmış olar. Siz də verərsiniz sualınızı. Ancaq mən sizə sual vermək istəyirəm. Necə fikirləşirsiniz? Necə bacara bilərsiniz? Hazırlaşıb şeylər görsünüz. Yox. Baxın, ilk aydan, hətta ilk gündən artan qazancla bu işə sahib olmaq mümkündür. Burada iş qurmaq mümkündür. Bunlar haqqında az-çox danışdıq da. Siz necə düşünürsünüz? Mənə, bax, ən cəsarətli kimdir? Qalxsın və desin ki, bir aya mən burada istədiyim qazanca nail olaram. Mən olsam durardım. Mən məsələn, inanın ki, bu iş haqqında bir yarım saatlıq məlumat aldım, o təqdimat. İnanın, baxın, əlimi qoydum stola, belə yumruğumu. Dedim, mən burada ən yaxın aylarda ən azı 500 manat alacağım. Mənim müdürüm dedi elədi, Çünki haqlıdır. sponsorum da bilir. Bəli. Mən bu müdürlərimdən öyrənərək gəlmişəm. Düşünün ki, bizdə ballar 2 ay sistemdə qaldığı üçün düşünmüşdüm ki, 2 aya mən burada lider olacağam. Bir neçə aya da 500 manat alacağım. 25 günə öncə oldum, düzdürmü? Və birinci ay 209 manat aldım, ikinci ay 540, üçüncü ay 822, dördüncü ay 1017 manat. O vaxtda heç 1000 manat aşağı düşməmişəm. Birlə müdürlüyə çatdıq. Müdürlər isə 2000-ə yuxarı maaş alır. Bacardığınız qədər artırın. İstəyirsiniz 20 min alın, 50 min alın. Bu sizin öz istəyiniz və çalışmağınıza bağlıdır. İndi mən sizə sual verirəm. Hansı müddətə nə qədər qazana bilərsiniz? Yaxşı cavab verənin yaxşı hədiyyəsi olacaq. Çünki biz seminarın əvvəlində qısa müddətli və uzun müddətli hədəflər qoymuşduq. Yox. Mən onların gözlərindəki Hədiyyəni də götürsünlər. Yox, elə şey. Yapandan necə sonra qazanacağını deyəcək.
Buyurun. Hər halda Rafiq müəllimin dediyi kimi. Buyurun. Bilirsiniz, bu işlər inandınsa, cəsarət daxildən gəlir. Yəni mən burada işimi quracam, Səhnədə yaxın. nəinki özüm qazanacam, bütün sevdiklərimə həm sağlıq, həm maddi, həm mənəvi qazanc kömək edəcəm. Yəni bundan gözəl bir iş ola bilməz. Düşünün ki, burada nə qədər təhsilli insanlar çalışır. Mən məsələn qırmızı diplomuna təhsil almışam. Fərqləbə ilə qurtarmışam. Amma bugünkü gündə mən o diplomla gedib harda çalışsam, bugünkü qazancımı əldə edə bilmərəm. Evdə uşaqların yanında oturaraqdan rahat çalışıram. Özüm öz işimin ağasıyam. İndi varmı aranızda? Bir cəsarətlə qalxın, deyin ki... Var. Bravo Rafiq bəy, bravo. Buyurun. Asımın deyir, mənim hədəfim... Sən də varsan. Mənim hədəfim bir ilə müdür olmaq burada. Maşallah. Yəni konkret hədəfimi qoymuşam, gündəlik planla işləyirəm. Bilirsiniz necədir? Mən bir şey düşünürəm. İndi mən bir çox şirkətlərdə işlədim də. Yəni belə deyim ki, ən az qazancım hansısa şirkətdə 20 bin dollardan yuxarı oldu. 100 bin dollardan qazanmışam, 150 bin də qazanmışam. Ancaq burada konkret möhrünü vuracam hər şeyi. İnşallah. Burada çünki burada hər tərəfli qazanc var. Bəli, hər tərəfli qazanc var. İnandırıram sizi, hardasa bir 15 dənə yerdən bura qazanc gəlir. Bəli. Yəni təkcə produksiyadan deyil, təkcə networkdan deyil, çox şeydən. Qazanc o qədərdir ki burada. Saysan salalı... Baxın, insanların savabını, xeyir duasını qazanmaq. Bundan böyük qazanc var. Dünyanın heç bir var dövləti ilə, pulu ilə alına bilməyəcək. Həm bu dünyamız üçün qazanırıq biz, həm o dünyamız üçün. Ona görə də siz ersaqda olmanın fərqində olaraq bir ersaqçı olmanı, fəxrini, qürurunu yaşamaz. Bizim başqanımız hər toplantıda bizə bunu deyir, düzdürmü müdürüm? Təbii ki. Yəni deyir, keçin güzgünün qarşısına özünüz ilə fəxr edin, qürurlanın ki, bir ersaqçısınız. Rafiq bəy, sizə mükafat düşür. Bax, bu hədiyyə sizindir. Hə. İndi kimin də nə sualı varsa... Adam bəxti gətirir. Qaldırdım bəxtin. İstədinizsə, əlbəttə qazanarsınız. Bir dənə sual siz verirsiniz. Mən verim. Sual. Nərgiz xanım həzrətinə sual gözləyir. Deyərdim, hazırlıqlı gələrdim. Ver də yaxşı. Okay. Ersaqdan verək suallar. Bəli. Onda yaxşı. Ritadan başqa o biri xam maddələrimizi saysın Nərgiz xanım. Nərgiz xanım heç oralı deyil. Bəs sizə Nərgiz xanıma sual ver. Ver. Nərgiz xanıma Hamıya verim. Nərgiz 8 təməl daşını saysın. Yaxşı. Amma bir şey var. Mən istəyirəm yeni gələnlər və bu gün ilk dəfə bura gələnlər. Bu gün ilk dəfə gələnlər kimdir? Əllərini qaldırsınlar. Ay nə gözəl. Nə gözəl. İndi sizlərdən kimlər bizim 8 təməl daşını saya bilər? Yeni gələnlər.